Xüsusi sponsor Medera Hospitalı. Sponsorlar uzman doktor oftalmoloq Cahid Şahbazov, zob xəstəlikləri üzrə mütəxəssis Xəqani Həsənov, uzman uroloq Bəxtiyar Hüseynov, lor cərrah Leyla Zülfüqarova, həkim kosmetoloq Nigar Sultanova, Referans Medical Group və Beynəlxalq Təhsil Mərkəzinin sponsorluğu ilə Səni Axtarıram başlayır. Ərinə səs yazısı atıb evdən qaçdı. Bağışla, üzr istəyir. Batın Gülbənizin dəyərin bir, Batın Gülbənizin qədirin bir. Sakimi yanıbdı. Qızına necə əl qaldıra bilər? Bu adam ayaq üstə zorla dayanır. Zülfiyə hardadır? Buna dev ki, hara getsin, dev uşağı aparıram, yoxlama gələcəkdi məktəbə, uşağın başında pit tapıblar. Ana niyə qızından imtina etdi? Yoxa çıxıbdı, sizcə hara gedə bilər? Neylim de cehenneme ölsün. Birazdan Səni Axtarıram da. Asəf Rusiyaya işləməyə getdi və yoxa çıxdı. Salam, xoş gördük əziz tamaşaçılar. Hər kəsi salamlayıram. Gözəl bir həftə diləyirəm. Sağlıqlı, huzurlu, sevgi dolu. Sevək bir-birimizi. Sevək bir-birimizi. Səs eşidilir? Yaxşıdır. Mənim belə bir bəxtim olaydı. Hı? Belə bir bəxtim olaydı. Ay Hüseyin. Ay Hüseyin. Bəxt yaxşı şeydir. Şans yaxşı şeydir. Mən övladlarım üçün dua edəndə deyirəm, ya Rəbbim, onlara bəxt ver, şans ver. Belə otursunlar evdə, bir gətirib biri ev açarı versin. Nə deyirsən, düz demirəm, qurban sənə. Gözəl anam oturubdu burada, nur üzlüm. Allahım, necə üzü anamın üzünə oxşayır. Torpağı sənin qədər yaşayasınız. Sen gülürsən. Bəli, bir də üzüm gülsə də xoşlayıram xanım, amma içimdə bir sarsıntı var. Axşamınız xeyir olsun, salamlayıram sizi. Çox əziyyət çəkirsiniz, xoşlayıram xanım. Allah sizə can sağlığı versin, Allah əziyyətinizin bəhrəsini versin sizə. Allah valideynlərinizə rəhmət eləsin, övladlarınızı mübudaq eləsin. Mən əllərinizdən öpürəm sizin. Amma xoşlayıram xanım, mən hələ o ev üçün tələsmirəm. Çünki niyə görə Ayşədən müalicə almasını istəyirəm sizdən, xahiş edirəm. Bu ev, hər şey var. Bəzənlər mənə qınıyırlar ki, sevgi hər şey demək deyil. Ailə sevgi ilə olmur. Sevgi var deməli hər şey deyil. Hüseyin, bir dəqiqə deyən. Nə dedin? Bu müalicədən sonra da mən sevinirəm ki, evim olacaq. Amma orada da rahat otura bilmirəm. Deyirsən ki, əgər mənimsə bu açar, Ayşat müalicə olunsun, sonra bu məsələ olsun. Bəli, xahiş edirəm sizdən. Çox xahiş edirəm, xoş edirəm xanım. Açın müalicəyə ehtiyacı olan sənsən burada Hüseyin. 3'te alacağın yok, 5'te vereceğin yok. İpin üstüne de odun yığma olmaz senin. Ne olub ki o aşağıda? Siz bilmirsiniz Zehran müəllim, burada hər şey asan görsənə bilər, aydın görsənə bilər. Xoş edirəm xanım, özünüz də bilirsiniz də. Valla 5-ci mən sizi necə narahat edin? Gecə saat neçə idi mən sizi narahat eləyəndə? Bəli, mən narahat eləmişsiniz. Saat 1-də. Xoş qədəm xanım. Bəli. Bilmir, hər şey burada açıq danışmaq olmur hər şeyi. Ki, bu açar bizə gəlibsə, bizimdirsə, şans olaraq, yəni bizim şansımızdır da, yəni. Ona görə istəyirəm ki, verilsin, biz də gedək, yaşayaq, rahat. Hüseyin istəmir Yəni artıq. Yox, xoşlanam xanım, çox xahiş edirəm. Əziz şeyimizin. Yox, Hüseyin istəmir deyil. Hüseyin Mən istəyir. istəyirəm, çox istəyirəm. Niyə Hüseyin deyir istəmirəm ki, ki? sadəcə- Evi hər kimimiz də Allah sizə Bəli, can sağlığı versin. bu gözəl Mən istəyir. istəyirəm o evdə rahat oturun, problemsiz Əgər oturun. münasibətlər
mənfi gedirsə, ev olanda düzələcək deyə bir şey də yoxdur. Ona görə Hüseyn təklifi düzgündür ki, birinci növbədə Ayşənin psixologiyası dəyişməlidir. Ondan sonra bunlar o evdə xoşbəxt yaşaya bilərlər. Ramal, niyə? Bir dəqiqə, tək mənim deyil, Hüseynin də müalicəyə ehtiyacı var, tək mənim deyil. Bir yerdə gedərik. Bir yerdə gedərik, Birlikdə həkim gedək. müayinəsini keçərik. Mənim müalicəyə ehtiyacım varsa problem deyil. Hüseynin niyə müalicəyə ehtiyacı var? Mənə deyə bilərsiniz. Birinci növbədə müalicəyə ehtiyacı olan bir insanı mən işə götürmərəm. Hüseynin psixologiyası öz qaydasında, özünü idarə edə bilir, insanlarla danışa bilir, ünsiyyəti qura bilir. Hüseyn hansı problemlə görə həkimə Onun əsəbləri getməlidir? yerində deyil. Evin Onun içində əsəbləri səninlə bir yerdə deyil. Xeyr, Çünki sən onun mənə görə əsəblərini deyil. Məndən korlamısan. əvvəl onun əsəbləri korlanmışdı. Aldığı Ayşənin travmalar, heç bir tələbi həyati yoxdur. travmaları Necə var. Ayşə sadəcə olaraq dedi ki, Necə özünü Seyran ailə müəllimi başçısı Ayşənin kimi- heç bir tələbi yoxdur. Tələbi var işdən çıxsın. İnsanlardan ünsiyyətini kəssin. Xeyr, mən insanlardan ünsiyyətini kəssin deməmişəm Ramal bəy. İşin bilmədən danışmaq Ayşə Ayşə. sadəcə istəyir ki, Hüseyn özünü ailə başçısı kimi Bunu aparsın. bugün də deyirəm. Vallahi heç çıxmaz. Ailə başçısı necə olur? Seyran müəllim, ailə başçısı elə olur ki, evinə çörək pulu gətirir, ailəsini kiməsə möhtac eləmir. Bugünkü gündə Hüseyn də onu eləyir. Nə Sərt eləməlidir pul başqa? gətirməklə deyil, ay Nə Ramal eləməlidir? bəy. Bir-bir. Neynəsin? Ailə üzvləri olaraq biz bir-birimizi anlamalıyıq, başa düşməliyik, bir-birimizin sözlərinə başa düşürsən? hörmətlə yanaşmalıyıq. O da məni başa düşməlidir müəyyən yerlərdə. Mən onu necə başa düşürəm, o da məni başa düşməlidir, anlamalıdır. Xeyr, başa düşsəydim bu sözləri heç deməzdim. Bir-bir. Mən isə deyirəm ki, xoş gedəm xanım, açar bizə gəlibsə, biz bu şansdan yararlanmalıyıq. Bəli. Övladımız üçün, səccadımız üçün. Bəli, yaranlanmaq üçün də birinci özümüzü biz getdik orada da olmaz Bütün günü dava. Bəli, dava olmasın da xoşeyrəm xanım. Xahiş edirəm. Davanı mən də heç istəmirəm. Mən də huzur istəyirəm, xoşbəxtlik istəyirəm, rahatçılıq istəyirəm. Heç bir xanım xoşbəxtliyini, belə deyim, xoşbəxtçilik kimi istəməz. Necə? Bax, o dünən 5-ci gün saat 1-də məni yuxudan ayırtmısınız. Çünki Səbəb nədir? səbəb var da, xoşbəxtlik. Səbəb nə idi də, Ona qızım? gələn zəngdir, ona gələn mesajdır. Ay bala, siz saat 1-də yatmırsınız. Bəli, gecə elə 1-də gəl. Nə oldusa elə həmin 9-un yarısı olanda bu uşaq yatmalıdır. Valla bizdə, valla bilmirəm də, saat 11 oldu, bizdə oyaq olan O yoxdur. zəng narahat etdi. Yox, bircə dəqiqə, mən bircə dəqiqə. Saat 1-də o zəng kimdən gəlmişdi Hüseyin? Mənə doğrunu de. Ailələr. Aylin'dən gəlmişdi. Salam aleyküm. Çünki Özünü ailə xanım kəs birinci salamlayır. Ayşə qoysan ortaya. Ayşə cavab verməmişdi. Mənə niyə zəng Dəqiqə hər gəlmədi? kəs salamlayıram studiyada. Bu dünən də 5-ci gün mən gələ bilmədim. Problemimi dedim də Samirə xanıma. Gördüm, mənə zəng elədilər ki, bəs Ayşət səndən danışır efirdə. 5-ci gün 5-ci gün. də efirdə. Hə. Telefon 5-də bilirsən də hansı görüntünün Bilirəm, o üstündə, görüntünü. orada bax bu görüntünün üstündəydi. Telefon Sən bağlantısı eləmək istədim. Prosto gec oldu. Efir bitmişdi. Mən Hə. xəbərim olanda. yox 5-ci gün axşam zəng eləmisən Aytaca deyir, hə? Hüseyn mən Birinci Ayşədə birinci zəng Ayşədə elədim zəng ki, vurub, sən açmadı nəyə sonra görə mən- Məndə orada telefon səssiz o söhbət qulaq as. Mən sənə niyə qulaq asmalıyam? Qulaq as deyirəm. O söhbət orada elə olmayıb. O Ayşənin danışdığı kimi o situasiya elə olmayıb. Yəni özləri bilirlər necə olub. Mən birinci Ayşədə zəng elədim. Bəli. Gördüm zəng çatmır. Hüseynə zəng elədim ki, əgər ona deyə bilərsən mənlə əlaqə saxlasın. O orada çıxıb başqa cür danışıb. Belə Nə eləmək cür olmaz. danışmışam? Bizi Əslində bu gün də kollektiv dəvət problemim eləmişdim öz mən. problemim qalıb qıraqda bilirsiniz. Real gəlmir studiyaya. Bəli, telefonlara gəlmir. cavab Mənə vermir. yazıbdı ki, məndən nə istəyirsən? Nəysə onu sonra danışarıq. Sən bu Gəlmək məsələ. səbəbim əslində Realdır. Real qalıb bir qıraqda mən Ayşədlə əlləşirəm. Niyə? Nə istəyirsən məndən? Sən əslində nə Niyə istəyirsən yalan bizdən? danışırsan? Sən Niyə əl 200 çəkmirsən? eləyirsən? Qıraqda 200 il eləyən göz önündədir. Hər şey göz qırğın önündədir. salırsan. Xeyr. Niyə iki sifətli eləyirsən? İki sifətli Niyə eləyən iki sənsən, sifətli mən eləyirsən? deyil. Mən deyiləm, sənsən. Sən öz işlərinlə məşğulsan, Mən daha öz işimlə gözəl olar. məşğulam. Sən gedib bizim gəlib məni işlərimizə salırsan müdaxilə ortaya. eləmə. Get öz Ayrılırsan, işlərini, barışırsan, problemlərini məni həll elə. qatma ailə məsələvə. Sən qatma bizi öz işlərinə. Yaxşı. 5-ci gün Aylin, sən həqiqətən zəng eləmisən Sən Hüseynə? yaxınlaşam. Birinci Ayşədə zəng eləmişəm. Telefonum aşağıdadır, bilmirəm qalıb yoxsa yox. Sonra da Hüseynə zəng elədim ki, ona denən əgər birinci gün efirdə yenə belə eləsə, mən oje məcburam ki, ya iki bacı Cavab kimi oturaq verirsən. söhbət eləyək, yoluna qoyaq. Ya da burada məni şərə böhtana salma. Səni heç kim şərə böhtana salmır. Sənin elədiyin Birinci sənə zəng eləmişəm. Aç telefonunu bax, saatlara bax.
Sən elədiyin hərəkətlər də sənin öz vəziyyətinə. Sən açmırsan telefonu, sonra deyirsən ki, Hüseynə zəng edim. Mən sözümü necə Mən çatdırım sənə sənə? demişəm ki, açmıram. Dəhşətdir. Yenə zəng eləyərdim. Bir saniyə. Nətər zəng eləmə, ad boy versən, zəng eləmə, ad boy vaxt ad boy versən. vermişəm? Burada sözümü Gətir demək istəyirəm, telefonu aman gətirim. vermirsən. Mikrofonu alırsan və düşürsən ortağa. Niyə yalan danışırsan? Ad boy vermişəm. Gətir bax gör ad boy vermişəm. Gətir telefonu, baxın. Xoş qədəm xanım gətirə bilərik. WhatsApp-da yazıram, oxumursan. Bəs Dürcə. Yalandan burada oyun oynama mənimlə. Oyun oynayan sənsən, mən deyil. Aylin nə edir Hüseyni? Aylin yəni Hüseyn lazımdır mənə. Respublikada Lazım adam deyilsə yoxdur. uzaq dur da. Hüseyn Brad Pitt'dir. Kimdir? Lazım Nə edirəm deyil, Hüseyni? uzaq dur. Hüseyni mən nə edirəm? Yox, Mən ey, Hüseyni nə lazım edirəm? deyil, Nə edirəm uzaq səni? dur. Nə istəyirsən? Nə edirəm sən? Gülməyə. Dəhşətdir. Gülməyə mən səni nə Ay edirəm? Aylin, lazım deyil. Nə edirəm səni? Lazım Nə deyil, edirəm uzaq səni? dur. Nə edirəm səni? Birindən canımı qurtarmışam. Nə edirəm səni? Məndən nə soruşsan? Yox, nə edirəm səni? Başa Özünüz sala bilmirsən özünüzün ki, məni adına nə söz edirəm? çıxardırsınız ey Deyirəm canlılarda, də, mən- danışıqlarınızdan, bir-birlərinizdən, zarafatlarınızdan özünüz adınıza söz çıxarırsınız. Mən sizin adınıza söz çıxarmışam. Gedin izləyicilər görün nələr yazıb sizlərdən. Mən çıxarmıram, özünüz Səndən özünüzün də adına çox şey çıxardırsınız. yazırlar. Səndən də çox şey Mən yazırlar. neynəmişəm ki, mən gedib kimlərinsə misafirinə qoşulmuram. Amma mən bütün gün danışmıram. TikTokda oynayıram, pulumu qazanıram. Qazanırsan Hamıyla yaxşı oynayıram. eləyirsən. Övladın üçün. Mən də övladım üçün eləyirəm. Neynirsən Amma sənin övladın kimi üçün? deyil. Ailəvi dağıdırsan da. Sənin kimi deyil. Övladın Mən üçün sən heç nə çalışıram. eləmirsən. Sən Mən ailəvi ailəmi dağıdırsan. qorumağa Sən yaxşı qız olsan, çalışıram. əlindən Sən də saxla, yaxşı qız qarşında olsan, ailəvi- nəyə zəng eləmişəm eləyirsən? mən? Sən açmamsan. Zəng eləmişdim, Narahat mən zəng olmuşam eləyərdim. səndən. İnsanlıq eləmişəm sənə. İnsan- Narahat olmuşam səndən. İnsan olsaydın zəng eləməzdin, birbaşa Ay qız, yoldaşla səndən zəng narahat eləyərdin. olmuşam, sənə görə yığmışam. Xeyr, mənə Sənə görə yığmışam, narahat atmazsa ona olmamışdın. yığmışam. Xeyr. Mənə göz Aylin, narahat sən olmamışdın. bugündən Narahat sonra zəng olduğun eləmə şey də başqa bunlara. şey. Birinci buna yığmışam, ad boy Yox, verib. ümumiyyətlə Sən zəng mənə görə eləmə də. narahat Belə olsaydın. silahsın Sən mənə görə narahat Aylin, olsaydın. Aylin, bir dəqiqə, yoldaşıma mən zəng sənə eləməzdin, məsləhət mənə zəng görürəm ki. eləyərdin. Yo, bundan sonra qələt eləyərəm. Bunu elə bir burada hiss eləmirəm. Milçək də oturub burada, bu da nə bilim bir ruh da oturub burada. Öz adını bizə demə. Ay qız, bir Ay qız, ağzın danışığını bil. Hiss eləmirəm. Səni də hiss eləmirəm, səni də hiss Biz eləmirəm. səni səni hiss hiss eləmirik, ay eləmirik. qız. Sən özün gəldiyimizə müdaxilə elədin də, biz Sən sənə özün salam yaxınlaşırsan, vermişdik. biz Mən sənə ailəni yaxınlaşmırıq. tanıyırdım. Sən gəldin mehribançılıq elədin, mən də Nasıl insan yaradırsınız kimi, mənim haqqımda? elə kimi salam elədim. Sən özün Gördüm, sən yaradın. özün Yaxşılıq orada yaran şeylə, birisi Allah haqqı. Ağzı gələnlər danışdın Gah insan. deyir, Mən corab özüm sənə bloklara göndərmişəm. attım. Normal mehribançılıq elədin, Milçək sən də başa varsa, düşmürsən tarakan da. sən. Normal mehribançılığı anlamırsan. Elə bilirsən Sən ki, mən başa səndən nəsə düşsəydin bu güdürəm. hərəkətləri eləməzdin. Yaxşı, Nə eləmişəm? özün yaxşı bilirsən. Nə eləmişəm? Nə? Dedim də dediklərimi. Nə eləyib? Hər dəfə deyirəm də. Mehribançılıq istəyən insan, mehriban olmaq istəyən insana ağlına gələni danışmaz, yaxşı? Nəyi danışıbsan? Nə Canını danışmısan? açıb ictimai platformada onu alçaltmaz. Heç Alçaldıcı kəs sözlərdən alçaltmamışım. istifadə Köhnə olmuş, etməz. heç nə deməmişəm. İşqand Bir dənə- eləməz. Nə deyirsən? Burada yer Fikirləş, ver. uşağın var, qız uşağı böyüdürsən, yaxşı? Uşağıma dünya aləm qurban olsun. Uşaq qədri bilən elə hərəkətlər eləməz. Nə bilsən mən uşağım qədrini bilirəm yoxsa bilmirəm. Tək Bilməsəm gələrəm. Bilən, uşaq qədri bilən insan. Gör nə deyir? O sözləri Bir mənki danışmaz. kimi elə 4 yaşı var uşağım. Şükür Allah. Gəl bir dənə evdə səni aparım, gəl bax mənim Mən sənə uşağıma. demədim, sənin uşağın tərbiyəsizdir. Mən sadəcə yox deyirəm ki, Aylin, uşağa mən tərbiyə səndən verərkən xahiş elə edirəm sözlər ki, danışmaq bunlarla lazım. əlaqəni kəs. Valla salam vermə. Bundan sonra salam da verməyəcəm. Nə sənə, nə sənə. Sənin salamın mənə lazım da deyil. Başlam xanım, mən izləyirəm TikTokda son günlər. Hüseyn, sən dünən dedin ki, mən Aylini bloka atmışam. Atmısan bloka? Bəli, bəli. Bu səndən əvvəl sən atıb bloka. Sən səni mənə lazım deyilsən, Hüseyn sənə daha əvvəldən atıb bloka. Dünən dedi ki, mən atmışam bloka səni TikTokda. Hüseyn Olsun, bloka yəni ki, atıb mən onu o da bəlkə Hüseynə sən lazımdır. Dünən də sən səssizliyin mən anlamıram. Elə sən yoldaşını burada müdafiə eləmirsən, deyirsən ki, qoy dava eləsin də mən də baxım, elə olmur. Sən Aylin Yəqin xoşuna gəlir, xoşuna gəlir ki, anası Ay deyil. Hacı bəy, dalaşsın. ay gözəl dəyərli insan. Yəqin xoşuna gəlir də bir-birinin davasına. Xoşuma Belə gəlir şeydən sənin həzz belə alır, ləzzətli ləzzət. Belə insan ləzzəti. Psixoloqa ehtiyacı var, eyvallah. Onda Barışın evi də alın Qadın çıxın. qadınla belə eləməz. Yox, belə barışmaq olur. Neri bir dənə görə yalan burada barışa gedin. Söhbətin Bəli, verdiyi düz bana deyirsən. Xoşgelim xanım problemdir. Amma xanımın da adına söz çıxarırsın. Mən baxıram. Heç kim çıxartmır, özləri çıxardılar. Var oyun qurublar öz özlərinə. Canlı yayında Aylin qoşulurlar pis olacaq. Hüseynin bu xanım haqqında Sən olmalı kimsən sözlər ki, mən deyirlər. sənin Yəni sən də üzərindən nasıl deməlisən ki, aramızda bir şey yoxdur. Sən Dedim də, bu Hacı, nə mən onu müdafiə deyim. etsən, nə bunu müdafiə etsən, sən iki dava eləsinlər, əla olsun. Mənim üstümdə qırğın Xoşuna gəlir. baxıb ləzzət alır. Mənim üstümdə dava gəlir.
indi bir Valla söz dedim ki deyir, mənə ailəm buraxdan tamaşa maraqlı eləsin. deyil. Bəli. Ailəm geçsin işinlə məşğul olsun, mən də öz işimlə. Ailələ özüm səsləndim. Mən deyirəm mehriban olmayaq. Mən deyirəm mehriban olaq. WhatsApp-da da orada hər yerdə. Mən səndən problem yoxdur. Mən də səndən problem yoxdur. Sadəcə olaraq o istəyir ki, mən səninlə ancaq dalaşım, sən hamı ilə dalaşırsan. göz öndə də gülür. O psixologiyası yerində deyil. Vallahi bax, görürsünüz. Allah bax. Bu nə yaşa? Mən ola bir dənə söz deyim. Ay qızlar, Gördüm qızlar səsini dav eləmirlər, axırda birləşirlər. Hacı bəy, üzr istəyirəm. Xanımlar, ay xanımlar. Mən elə bunların mehriban olmasını Valla eşitirsən məni, Aylin. Bundan sonra düşməyim sənsən, o yox. Hacı dayan, söz deyirəm. Qulaq asın. Göz önündə də Xoşqədəm xan. Xoşqədəm Bax, xan. psixologiyası yerində Hadi ya olmuyor. boşa. Biz dalaşırdıq, o gülürdü. Ləzzət alırdı. Ləzzət verdi situasiyadan. Ay mən iki dəfə zəng vurdu, mən açmadım. Sən özün dedin ki, aç o zəngini. Mən o zəngini açırdım. Allah haqqı qoşum, iki dənə cavab Dedim gör, aç gör nə deyir də nə? Problem nədir? Ay Allah Rahman, mən Quran haqqı Mən özüm. bilirsiniz nədir? Valla mən qıraqdan bax. Valla siz yaşayışınız yaşayışdır. Hadi oradan deyib, Allah'ın dəlil bu qadınla. Bu nə yaşayışdır? Bu nə hə oyundur? Xeyr eləmədi, düz söz acıdı ona görə. Siz barışın, Günah hamısı var istəyirəm, mən qatım ortalığımıza. Keçən dəfə deyir ki, Mehriban neçə dəfə taxmışam da. Keçən dəfə deyir ki, Ayşat hədiyyəni aldım kiməsə verdim. Yo, yo. Mən demişəm ailinə qırğın Aldım elə. hədiyyəsi. Baxın, burada da üstünə də görünəyən. Deyir bu mənim qəlbimdir, bunun içində də o yazılan. Yəni ürəyini saxlayır. sən həqiqətən öz elədiyini boynuna almırsan. Başqasında görürsə günah. Yaxşı, Aylin də getdi. Amma yenə də bir şey çıxacaq, sən düzəlmirsən. Sabah bir dənə də qız taparsınız onu. Bəli, bəli, yenə çıxacaq bir dənəsi. Biri də çıxacaq. Odur, şey, Yasuf pərvanə. Hüseyin dəhşət. Allah'a anlasın, Amma da Yuliya çıxacaq, Yuliya. Gündə bir çıxacaq. O da gələsidir. Yuliya çıxacaq biraz. Yeni güllər çıxacaq deyəsən. Luliyada DNT analizi deyəndən sonra ondan da bir xəbər çıxmır, xoşgələm xanım. Ya xəbər çıxır ki. Şükür Allah, bildik, Mən gəlməyini istəyirəm. Üçümüz də birləşin də, istəyirəm, sən də bəli. Yuliya, Aylin birləşin buna qarşı üçün məsələ bağlansın. Qısa, Onda da qısa bir qayıdıb ara verək. Mən şokdayam, yəni sözün açığı. Özüm də məhəttəl qalıram. Bilmirəm ki, bu nədir? Bu bir oyundurmu öz aranızda? Ya nədir, mən bilmirəm. Bu nədir? Bu nə deməkdir? Bu nə deməkdir? Amma bu desin oynuyor. Oyun oynayan Bu sən mənim səni. yatağımda eləyəcək. Eşidirsən Ya mən. məzarlıq. Barışırsan Yəni, ay, bu barışmırsan vay. Özü də bilmir nə istəyir. Bayaq dalaşanda Mən gülümsəyirdi. demişim, mən bir düşmən Barışan kimi əsəbləşdi. Siz fikir verdiniz onun üz mimikasına. Barışmadan öncə Sən dün eləyəcən o qıza görün, məni Bəli. qıyarlayan adamı qucaqlaşırsınız Düzdür. buradan. Mən onu Necə? deyirəm. nə deyirsən? Dün eləyəcən qırırdı o qıza görün mənim. İndi mənim milyondan qaçsın, mən onu qucaqlayırsan sən. Mən demədim. Aylin gəldi barışmaq istədi. Dedim mən heç nə barışam. Aa güldü düdür satdı. Nəsə belə sözdür deyə. Bəli. Barışan kimə əsəbləşdin? Niyə əsəbləşdin? Xahiş edirəm, xoş edirəm Bir xanım. dəqiqə, bir dəqiqə. Ayşad, onu düzgün deyir Hüseyin. Dünənə qədər sən gəlib mənə Aylini buradan çıxardın, Aylin bura gəlməsin, anası ilə bir yerdə. İndi sən nə, bu nədir? Görürəm ki, barışmayanda sevinir, barışanda əsəbləşir. Marağı yoxdur da Hüseynədir. Daxı mən səni istəmirəm, bəyənmirəm. Məsələ bağlandı. Bu davası Hüseyin davası. Bir dəqiqə, xahiş edirəm, bir dəqiqə. Ayşad, bu nə oyundur? Mən əslində oyun oynamıram, xoş qədər. Ayşad, sən mənə Nərmini studiyaya buraxmamağı demisən. Özü xoş edirəm xanım. Baxın, and olsun Allah. Mən onun zənglərini açmırdım. Dəfələrlə burada tamaşaçı da eşidir. Dedi Aylin zəng vur. Bax vicdanıma and olsun. Mən demədim, ey Aylin Sən görmüşdün onun zəngini. Mən açmadım iki dəfə zəngini. Baxın, gözümü ilə qız. Zəng gəlirdi, imkan ver. Dedim ay Hüseyin kimdir? Dedi Burat yazmısan. Allaha qadı Burat yazılmışdı. Aylinin adını telefonda Burat yazıb. Allah Burat yazmışdı. Ona Mən də görə dedim, ay əziz Hüseyin, bu xanımlar, kimdir? evdə Burat, nə Burat, bilim Burat. iş, zat olanda, Qardaşlar, qardaş Burat'ı yazılanda bu bir sirrindən baxın. tərcüməyəm. Görün nədir, Allah dəyişir. haqqı mən də dedim ay Hüseyin bu kimdir? Zəng eləyir gecə vaxtı. Burat kimdir? Vallahi bilmirəm. Day Burat yazılmış. Hə? Ha, bir də açanda qızın səsi gəldi, Aylin. Daha bilmirəm nə bilir. Qardaşdır bilir, qardaş. Bu ay Aylin çox maraq. Hüseyin niyə onun adını Burat yazmısan? Gecə vaxtı. Açıq deyim xoş edirəm xanım. Bax deyim sizə. Keçən həftə idi bir Aylin, bax o videoda Aylin dedi ki, gəl mehribanlaşaq, dava dalaş eləməyin, axşam aparım sizə McDonald's-a firi yeməyə. Mən deməyəm, xoşuma gəlir, canlı demişdi onu. Sonra burada da gəlində onu deyirdi. Ayşə də reaksiya vermədi, heç bir şey eləmədi ona. Yox, Ayşə deyir ki, Aylin mənim ailəmi dağıdır. Amma indi qucaqlaşır burada. Sən
Sənin ailəni dağıdan qızla niyə qucaqlaşırsan burada? Əgər ailəni mən demirəm ha, qız dağıdı. O yazdım mən bir şey demirəm ondan. Sən özün deyirsən, özün öz dilindən dediyin söz qulaqlarını eşidirmi? Ayşə, sənə bir söz deyim. Mən buna inanmamışdım, amma indi inanıram. Sən o dəfə indi Ayşadı, Aylini buraxmırsan, Aylinlə danışmasın deyirsən. Amma Aylin sizə restoran təklif eləyəndə elə restoran axtarırmışsan. Mən axtarmamışam vallah. Necə yəni? Allah haqq mən axtarmamışam. Bunlar özləri dedilər ki, gedəyin Bunlar eləyib. Hamısını Hüseyni. Yo, yəni Hüseyn indi... Mən dedim tanımıram Ayşad. vallah. Özləri Mavi Dəniz dedilər. Ayşad, toparlan. Məncə sən... Var, xahiş edirəm, xoş edirəm xanım. Qurban olun, başınıza dönüm. Ayağımın Nə var ey? Nə danışırsan sən? Verin onu həkimə, başınıza dönüm. O ev, mən o rahat otur. Mən istəyən ailəm olsun, yuvam olsun, uşağım yetim qalmasın. Vallahi özləri Buna da ürəyim ağrıyır mənim. Nə qədər sən də amma ürəyimi dərinliyində hörmətim var, sevgim var, istəyim var. Amma nə olar ki, başınıza dönüm, xahiş Ayşad, mən edirəm. sənə bir söz deyim, sən hər şeyi oyundan eləmsən. Məni pis eləmək üçün. Burada oyun olmayacaq. Ay, xoş gələm xanım. Mən burada oyun oynayın. Burada oyun olmayacaq. Sən burada sən inanın mənə efirdə demirəm ha, efirdən kənar Ayşad həm efirdə də deyib bu sözü, amma efirdən də kənar mənə deyib ki, Aylin mənim ailəmi dağıdır. Xoş gedəm xanım, Hüseyni Aylindən ayırın. Yox, mən qurmamışam axı oyun. Bax Hüseyin, ailən dağılma qıraqda, otağımıza çağırdı. Ailəni dağıtma bala. Övladınızı yetim qoymayın. O qızı uzaq deyən ondan. Mən də sizin sözünə qulaq astım. Hər yerini atdım bloka. Dedim, əgər həyat yoldaşın Aylini bir dəqiqə deyən, əgər həyat yoldaşın Aylinə qısqanırsa səni, Aylin elə önəmli deyil ki, aranızda o münasibət olub olmayıb, qəti şəkildə. Mənim heç ağlımın ucundan da keçməz ki, Aylinin Hüseynə qarşı nəsə bir də o münasibət. Amma görürsən ki, Ayşad qısqanır, ailəni qorumaq üçün Aylindən uzaq dur. Siz onu deyəndən sonra vallahi, bax telefonumu diyorsunuz, hər yerdən atmışam qızı bloka. Demişəm ki, Aylindən uzaq dur, görürsən ki, Ayşad onu qısqanır. Baxmayaraq ki, mən inanmıram ki, Aylin ona pis gözlə baxır. Bu mənim öz şəxsi fikrimdir. Mən Aylinlə bu barədə heç danışmamışam da. Heç danışmamışam da, bilmirəm də o qızın Hüseynlə münasibəti nədir. Amma mən Ayşad üçün bunu demişəm. Ayşad, indi sən hansı oyunun ortasındasan, onu denəm mənə. Mən birincisi oyun oynamaq fikrim yoxdur, xoş qədəm xanım. Mən deyirəm, sözüm budur, deyir belədir. Nə eləyir səni, oyun oynaya bilən sən olarsan, mən yoxum. Öz adından elədiklərini mənim boynuma atma, Hüseyin. Sən məni xəstə eləmirsən, nə bala? Biz görürük ki, sən düzgün qərarlar verə bilmirsən. 2 dəqiqənin içərisində qulaq as. Sən burada ananla bir yerdə bu qızı az qaldığını öldürəsən ki, bizim ailəmizi dağıdır. Öldürməkdən söhbət yox, bu qulaq as. Ay bacı, sən öldürürdün onu. Ya burada maman, anan da, sən də mənim üstümə gəlib, dəfələrlə Aylini buradan çıxarın. Amma sən 2 dəqiqənin içərisində qayıtdın, dedin ki, mənim ailə dost olmağım Hüseyni narahat edir deyə mən ona görə ondan uzaqlaşdım, padır qolum. Bu nə demək? Deməli, onda sən Hüseyni qıcıqlandırmaq üçün addımlar atırsan ki, Hüseyin sənə... Ay xanım, o səni qıcıqlandırıb neyini? Biraz əvvəl görürsünüz ki, biz dalaşırıq, o gülür. Nəyə gülür? Mən də gördüm ki, dedim görüm yaxşı. Sən də onda dalaşma da. Yox, sən də onda dalaşma. Amma sənin dalaşmamağın başqa bir şeydir, qucaqlaşıb bundan. Hüseynə qarşı birləşmə. Sən həyat yolda. Mən hörməsi eləmək istəmədim. Bir dəqiqə, mən hörməsi eləmək istəmədim. O yaxınlaşdı, beni mehriban olmaq. Dedim yaxşı, gəl olar. Biri Moskvadandır, biri Germaniyada da harada yaşayır. Buna yığırlar, o xaricinin. Yox, Hüseyin belə eləmədi, Hüseyin elə eləmədi. Mən hamısından xəbərim var. Sənə yığanlar da mənim haqqımda nələr var. Yox, mən heç birini açmam şeylər. Yenə onlar sənin tərəfini saxlayıb, deyir ailəni aşırdılar ki, ay, xoş qədəm xanım. Onlar ziyalı insanlardılar, elə belə insanlar deyirlər. Hardan tanıyırsan ay qızım onları? Necə? Hardan tanıyırsan? Sual tanıyıramca. Necə? Nə Hüseynin ətrafındakılar Almaniyaya köçür? Yox, Hüseyni də çox istəyir, bizi də çox istəyir. Sən bu nə bilirsən ki, tanımırsan, bilmirsən kimdir? Deyirlər ki, ailənizi qoruyun, bu kimi sözlər deyirlər, yəni pis bir insanlar Ayşad, bax, mən sənə bir şey deyim. Sən başqa necə... Sən izləyicilərində sənə də danışır. Mənim izləyici məni sənə pis eləyir. Mən gəldim xoşuna, mən gedmişim uşağı görmeye, açıq deyim sizə. Mən elə şeydə xoşum gəlmir ha. Burası qapının eşidilir desəz. Gördüm ki, bununla kimsə qeybət eləyir. Nə qeybət? Mənim qeybətim deyir. Arvad da mənə orada ağzına gələni deyir mənə üçün. Yox, Allah haqq elə bir şey oldu. Hüseyin, and içə bilərsən. Ha, elə Quran and, hər and içsin, and içmir. Sən dedin ki,
Sən Quran haqqı da dedi ki, Yo, elə şey olmuyor. Hə, düz deyirsən, Hüseynin başı xərab olub. Xeyr, başı Ailəni xarab dağıtmaq olub istəyir. dedim. Bəzi adamları Xeyr, qoşur Hüseyin. Mən elə sözlər Elə deməmişəm. deyirdim, anan da orada Həmin da, mənim adamlar, başım xərab həmin adamlar eləməzdi. bir dəqiqə qoşaq misafirə. Qoşulsun. Misafir nə? Xəttə qoşulsun. Xəttə qoşulsun. Ay, xoşlam Arvadla xam, qeybət yalan eləyirdi. danışır axı. Mən Bunun qapını tərəfini açdım, sən də... saxlayırlar. Ayşad, Yaxşı görə. Ailəni qorumaq istəyirsən. Sən nətər yalan danışırsan, Ayşad, ailə... Xoşlam xam, yalan danışır axı. Ayşad, Bunun tərəfini Elə evi saxlayırlar. yıxan sənin izləyicilərdir. Sən izləyicilərindir, məni pisləyir. Yaxşı, bəs sağlığa gələn danışma. Hüseyn. Sən mən düşünürəm ki, üzr Deyirsən istəyirəm. ki- Aylin, üzr istəyirəm. Sən indi əgər Aylinlə barışdınsa, öpüşdünsə, deyirəm qulaq as ki- da bir dənə. Aylindən sən üzr istəməlisən. Çünki o qızın adını pis çıxarmırsan. Bütün TikTok o söyləyib sündürür ki, ailə dağ. Əgər ailə dağdan sən niyə barışıb öpüşürdün ona? Ay Hüseyn. Yəni ailə dağdan niyə öpüşürsən görürsən? Birincisi bir Çünki onun adını dəqiqə. pis çıxartmırsan. O yaxınlaşdı, mən hörmət Sağ ol, eləmək Hacı bəy. istəmədim. Yox elədir də. Çünki ictimai platformada hərə bir söz deyir. Mən də hörmət eləmək istədim. Ayşə, sənə bir dedim, şey yaxşı deyim. barışaq, dedim görüm onun reaksiyası nə olacaq. Mən onun üzünə baxdım şəxsən, gördüm Sən əsəblər. mənim reaksiyamı neyinirsən? Sən milyonların tamaşası var. Mənə Burada ailə milyonlar sabahlı yox, insanlar mən sən əyləşib. maraqsan, dedim görüm sənin reaksiyan nə Mən olacaq. neyinirəm? Sən ailənin öpüşsün, görüşdün, barışsın, küssün, neynət? Mən lazım. Bax. Sən onu o qıza görə məni Biraz öldürürdün. belə deyirsən, Gün bizə bir də hələ belə çevirmişdi. deyirsən. Heç özün də Ayşə, bilsən sən sən nə gördün, istəyirsən. mən onu... Əgər bunu Ayşə, bugün də öpüşürsən, nə qışqıra daha qışqıra qırıldırdınız danışır. olanla? Sən özün bilmirsən nə istəyirsən. Ayşad, Belə görürəm ki, Hüseyn. bunların evini yıxan TikTokdur. Bunların Mən müdaxilə... TikTokda canlaşmıram Ramal bəy. Bəs canlatmırsan, Avropadan adam necə qoşuldu sən misafir? Bizə Hə, çoxdan bəli, danışır, bəli, bəli. əlaqələrimiz Necə istəyirsən var. Hüseyn, Deyir ki, əlində də ailənizi götürə qoruyun, bilərsən. Ailənizdə problem Ora bax, olmasın. görsən Hüseyn neyniyir? Aldı. Deyir ki, biz... Gedək ikimiz də müalicəyə, problem deyil. Mən müalicəyə ehtiyacım Xoşlayıram varsa mən xanım. də gedirəm. Ən birinci mən də gedirəm həkimə. Demir, Axı səndə Hüseynə heç nə yoxdur, səni Ey, şey yox. götürüblər. Başqa Qoy ürəyi adam rahat xanım, olsun. onda müalicəyə Qoy ehtiyacı Hüseynə var. mənim dediyimi, qoy ürəkləri rahat olsunlar. Onun problemi olsa onu necə o işiniz işə olsun bəs, bunu götürəndə işiniz ana olacaq. izlərdən keçirir, gedir işə. Elə belə getmir ki, yoxlamalardan. Başınıza dönüm, Xoşlayıram xanım. Mən də istəyirəm ki, uşağım, mən ailə istəyirəm. Mən ailə görmək istəyirəm. Mən də ailə görməmişəm. istəyirəm. Sən istəmirsən ailəni. Sən ailəni istəyən olsaydın, istəyən olsaydı, 2 gün bundan Ayşə qabaq o haqqında qıza görə ağlıma hər gələn şey düdün mənə, hər danışmaz. söz Yaxşı. əsəbləşdi, qırıldın bir-birimizi. Mən o həyatda çatdım ki, Xoşlayıram xanım. Çox üzr istəyirəm bunu işə görə. Sən mənim Bax, Samirə zəif xanımı nöqtəmdən yığdım. istifadə edib məni qıcıqlandırıcı Sonra hərəkətlər siz zəng edirdin. vurdunuz. Gəl Mən üçün, eləmirdim mən ki. çox pis oldum. Üzr istəyirəm ona görə. Mən bunu idi mən sizə qısqanıram. Həmişə yığanda. məni qısqandırır bu Sən adam. məni görürsün. Çünki xeyir eləmir. Düz söz. Ayşə, sənə bir şey deyim. Qızım, bax, sizin üçün bir sürprizimiz var. Sən hal-hazırda nə etdiyini özün də bilmirsən. Hacı bəy çox Xoşqələm doğru xanım dedi. bilmir, 2-3 gün öncə bu qızı sən burada rəzil rüsva etdin. Mən o rəzil İndi də onu necə yəni demədin ki, mənim həyatım... Özlərini eləyiblər. Mən dedim ki... Bax, Aylin sən, bir dəqiqə. Bir dəqiqə. Barışmaya bilərdi Seyran müəllim. Nə düşmüsünüz uşağın üstünə? Xoşqədəm xanım. Seyran müəllim, üzr istəyirəm, qoy fikrimi tamamlayım da, xahiş edirəm. Təklif eləsə də mənim yuvamı dağıdanla... barışdı da. Yox, nə Bu 10 barışmadı? milyonun qabağında, Xoşqədəm xanım. Bir dəqiqə. Haqqında nə sözlər dedi? Nə gülə barışdılar, daha dalaşmayacaqlar. O başlayıb, mən Yo, 10 başlamamışam. O milyon- mənim haqqımda danışıqlar. Amma sən o sənin haqqında danışan bir insan gəldi sənə qucaq açdı, sən də inandın. Barışdılar, nə var ki burada? Əgər pis sən başa düşün. Biz 10 gərək onları milyonu- almışlayaq. 10 Biz milyonun gərək onları qabağında. dəstəkləyək, siz gərək gene onları... Seyran Bir müəllim, dəqiqə. gözlə. Amma da qırsınlar Bir bir-birini. dəqiqə 10 icazə milyonun verin. qarşısında sənin anan qayıtdı dedi ki, Hüseyni sənin gözlərin yeyir. Bəs bu nə deməkdir? Bir dəqiqə, mən sizə bir Bəs şey nə deməkdir? Elədiyiniz- Necə axırda qaldı? Ona görə onun Amma üzrünü nə istəsin. deyirsən, Onda anası zəng eləsin, üzr istəsin. Qardaşım. Bəli, Bəli, zəng eləsin, üzr istəsin. Öyle şey olur. Xoşqədəm xanım. Niyə üzr istəməli? Necə yəni, cəmaat... girib Mən doğal. kənarda Anam danışdım dedi burada. o sözdən sonra. Bizdə xəbər yoxdur. Necə anan xəbər yoxdur Anan o məsələdən? qıza deyib, o sözü Ayşat. Anan indi Aylindən üzr istəməlidir ki, Aylin bağışla məni. Mən sənin haqqında Heç kəs, heç kəs sən üzr istəməli Niyə deyil. istəməlidir? Hey, Niyə istəməlidir? heç Niyə kəs bəs sən o üzr qıza? istəməli Onun deyil. uşağı var, Aylin evdə sağ qızı var. olsun. Şəkili belədi barışdılar. Ha burada nə var ki, biz sevinməliyik ya, iki dənə xanım daha dalaşmayacaq. Bəs adama şər böhtan atırıq da. Niyə barışdınız siz? Öyle şey olur. Kardeşim kışkırmasan olmur. Açalın hemen de. Kardeşim kışkırmasan olmur.
İki xanım barışı biz onlar istəyən niyə barışdıq? Adı dalaşsınlar adı. Bizə qalan tamaşaya. O bir dəqiqə belə düşünür, o Peterburqun, Londonun havası kimi. Ayşə gah belə düşünür, qəfildən beyninə bir fikir gəlir, tamam onun əksini düşünür. O stabil təbiətli bir insan. Ayşənin oynadığı oyun nə olacaq, qardaş? Ay Ayşə, sən kimdən razı olmusan, nə vaxt ki, mənlə də razı olasan? O təəccüblü olardı ki, razı olsun. İmkan verin, mən də sözünü Hay bu oyunlar ki, onu Ayşə də oynadı. Bu studiyada bir sənə imkan verilmir, bir də Seyran müəllimə. Ayşə də oyun İkimizə imkan verilmir. Ayşə nə bir oyun oynamaq? Sehran Bey. Aynur xanım mənim haqqımda danışıqlar ev ictimai platformada mən müəyyən sözlər təsir edibdi. Mən də dedim ki, bu düzgün hərəkət deyil də danışıqlar. Sonra barışdıq axı. Sonra gəldi yoldaşımın səhifəsinə qoşuldu. Mənə qıcıqlandırıcı hərəkətlər elədi. Nə dedim sənə qıcıqlandırıcı? Nə dedim barışın, ailəmizi dağıtmayın. Həmişə sənə demişəm. 4-cü gündə sənə dedim. Bu da mənə çox təsir elədi. Mən yox, izləyicilərin gözündən baxın. İctimai platformada siz iştirak eləmisiniz. Mən bir aydan artıqdır, 2 ay yaxındır canlı açmıram. Amma hamı sizdən danışır. Bəsdir də. Qutar da bu oyunu, xahiş edirəm səndən. Özünüz eləyin. Oyunu qutar. Oyun eləyən sizsiniz. Oyunu qutar. Oyun oynayan sizsiniz. Sən məni pis vəziyyətə salırsan. Mənə bacı deyirsən qıraqda. Sən mənə qıraqda bacı deyirsən. Burada gəlirsən məni pis eləyirsən. Sənin danışıqların səni pis eləyir, mənim yox. Sənin hərəkətlərin səni pis eləyir, mən yox. Keçən dəfə mən sənə yazdım WhatsApp-da. Ayşad, ailəmi dağıtma. Sən bir dəqiqə elə Seyran müəllim. Mən nə deməli, özüm müdafiə eləməli deyiləm. Tar boyunu. Oyun eləyən sənsən, mən yox. Mən pis eləyəcəm səni. Orada mən də səni pis eləyərəm. Mən pis eləyəcəm. Necə lazım? Yenidən qırağım düşəcək burada. Sənə də bəsdir. Bəs düzəsən. Yalandan yaxınlaşdın, dedin ki, barışaq. Demək sən... Bax, görsən, yenə qoyub. Ona görə də Aylin, mən sənə deyirəm ki, bitir münasibət. Məni əsəblərim pozur, məni aparın müalicəyə. Bunun yerinə məni eləyim, bəlkə mən biraz bu... Aylin, mən səndən xahiş eləyirəm. Sən neynirəm? Görürsünüz, xoş qədəm xanım. Allah 2 gün bundan dalaşdır, əsəblərim pozuldu. Məni kimi sakitdir. Sən o nə danışıq deyirsən, ailəli səni. Mən elə gəlir ki, sən elə Ayşədi provokasiya eləyirsən ki, o burada göstərir sənin başına açdığı oyunları ki, elə başından eləyəsən canını tutaraq. Özü qəsdən eləyir, onu fikir vermirsiniz. Gəlin belə elə. Aylin, məndən sənə məsləhət bacım. Qəti şəkildə bu ailə ilə... Nə salam, nə soğul. Bəli. Su. Çünki bu ailə dağılsa, hər kəs günahkar səni biləcəkdir. Məni bilməsin. Ayşad elə bir. Allah sizə söz deyim, xoş Hər qədəm kəs xanım. günahkar Hüseyni görəcək. Xoş qədəm xanım. 4-cü gün, 4-cü gün. Xahiş edirəm bir dənə qulaq asın. Hüseyin götür cavab verdi. 4-cü gün. Mən Ayşadla WhatsApp-da yazışmışam. İstəmirəm, göstərim elə şeylər. Yazdım, Ayşad, salam, necəsən? Xahiş edirəm səndən, bu söhbətləri qutar. Gəl göstər də. İnsan kimi, mən də burada öz problemimi həll edeyim, sən də öz problemimi həll elə. Bir-birimizin probleminə bir-birimizi qatmıyor. Xeyr, mən Gəl çox belə sözlər eləyək. sənə Barışdıq, demişəm. danışdıq. Ay, xoş qədəm xanım, gətir Dedim istəyirəm WhatsApp. Oxusun. Məndə də var. Gətir göstər. Gətir. O sözlər deməmsən. Mən səndən yazmamışam ki, bəs Hüseynlə belə eləmə, Allah sizi xoşbəxt eləsin, ortada uşaq var. Bu sözləri yazmamışam. Onlar yazmısan, amma bu biraz əvvəl dediyi sözləri yazma. Sən o sözlər mən demişəm. Nəyi Demişəm yazma? ki, hər kəs öz işlərlə məşğul olsun. Burada da demişəm hətta. Gətirsin oxusun. Demişəm ki, biz öz problemlərini Gətirsin oxusun. Ayşad, mən şokdayım da. Ay, xoş qədəm xanım, nə şokunda? Bir dəqiqə mən sübutları gətirəcəm, o mənə yazın. Ayşad, Görsən, sənə dedim ki, sənə bacı kimi baxıram, ona qardaş kimi baxıram. Demirsən, bəli. Amma sən burada elə bir dənə situasiya yaratsan ki. Ay, xoş qədəm xanım, bu hadisələrdən sonra deyib də. Quran haqqı onasan sənə Bu doyar. hadisələrdə sonra nə deyir ki, bizim aramızda heç bir şey yoxdur. Əlaqəni kəsdikdə hər yerdən bloka atdıq onu. O söhbətdən sonra. Xoşənəm xanım məni başı salandan sonra ki, ay bal, ailəni qoru, uşağını atma. 2 gün də atmısan da. Mən də səni görsən dedim canlı yayında. Hüseyn, söhbətlər gəlin yığışdırılsın. Siz barışın, sizə ev verilsin. İnşallah hardasa bir gün gələrik, məsəl üçün mən də uşağımla gələrəm. Uşaqlarımızı apararıq, gəzdirərik. Bir qardaş kimi, bir bacı kimi belə məsləhət gördüm. Amma sən indi mənə elə bir dənə situasiya yaratmısan. Allah haqqı mən işimdən, gücümdən olmuşam sənə görə. Hara gedirəm mənə deyirlər ki, ailən, o oğlanla o qızın arasında söhbət var sənə salırlar. Səni heç kim salmayıb. Quran haqqı mənə deyir ki, ailə dağılır. Sən özün elə hərəkət elə ki, sən bu situasiyaya düşməyəsən. Bir dənə qısa bir ara verin. Qısa. Teşekkür ederim xüsusi sponsorumuz
Medera Hospital'da fizyoterapevt reabilitologumuz Gülnar Əhmədlinin yanında bel boyun ağrıları, disk yırtığı, çiyin və diz ağrıları, artroz, uşaq və yeniyetmələrdə onurğa problemləri, skalyoz, kifozdan əziyyət çəkənlər 051-525-17-17-yə zəng edə bilərlər. Medera Hospital'ın peşəkar doktorlarından biri Ramin Bağırov bizim studiyamızdadır. Qeyd edeyim ki, mədə bağırsağınızda problem varsa, köpdən əziyyət çəkirsinizsə, qan azlığı, səbəbi bilinməyən anemiyalardan əziyyət çəkənlər Ramin Bağırova müraciət edə bilərlər. 099-363-2646 əlaqə nömrəsidir. Oftalmologumuz Cahit Şahbazova təşəkkür edirəm. Mirvari suyu, eyni zamanda tikişsiz çəplik əməliyyatı, çəp gözlük, göz dibi əməliyyatı istəyənlər 050-780-70-ə zəng edə bilər. Bu arada 31 yanvar 1 fevral doktorumuz Zaqatalada icbari sığorta ilə göz əməliyyatları edəcək. 050-805-15-15-ə zəng edə bilərsiniz. Zob doktorumuz Xəqani Həsənova təşəkkür edirəm. Zəhərli zob, düyünlü zob, hamiləlikdə zobdan əziyyət çəkənlər Bakı və Bakı ətrafında Səna Xtarramın adından doktora müraciət edənlərə xüsusi endirimlər var. 1 fevral doktorumuz Qubadadır. 050-603-81-82 əlaqə nömrəsidir. Uroloq-andrologumuz Bəxtiyar Hüseynova təşəkkür edirəm. Uroloji, androloji problemlər, böyrək daşından əziyyət çəkənlər icbari sığorta ilə doktorun yanında əməliyyatlar həyata keçirilir. 055-694-40-50 əlaqə nömrəsidir. Lor cərrahımız Leyla Zülfiqarova. Qulaq, burun, boğaz əməliyyatı, plastik burun əməliyyatı istəyənlər 050-836-36-36-ya zəng etsin. Bu arada 31 yanvar Lənkərana gəlir. Özdə mənimlə birlikdə, ona görə qeydiyyatdan keçin. Beynəlxalq Təhsil Mərkəzinə təşəkkür edirəm. Azərbaycanda bilirsiniz ki, ilk dəfə bir mərkəzdə 40 növ təhsil xidməti var. YÖSSAT, AYET, Çin dili, süni intellekt, kiber, din, buraxılış və s. imtahanlara hazırlıq. Eyni zamanda dünyanın ən məşhur universitetlərinə imtahansız qəbul istəyənlər 051-401-44-43-ə zəng edə bilərlər. Həkim kosmetologumuz Nigar Sultanovaya təşəkkür edirəm. Qırışlara yox demək istəyənlər 051-444-0017-yə zəng edə bilərlər. Regen Bakı Kök Hüceyrə Mərkəzinə doktor Aytən Əliyevaya təşəkkür edirəm. Kök hüceyrə ilə uşaq serebral iflic, autizm, insult sonrası nevroloji fəsadlar, baş, boyun, bel ağrılarına son deyə bilərsə, bu arada bizim aksiyalarımız da var ki, nömrə 1 Psixologiya Mərkəzinin Xalqlar Dostluğu bölümündə uşaqlarınız depresiyadan əziyyət çəkirsə, kəkəliyirsə, nitqində, yaddaşında problem varsa, ilkin qəbul Xalqlar Dostluğu bölümündə ödənişsizdir. 055-562-01-47-yə zəng edin, uşaqlarınızı aparın və bu arada mən deməli maraqlıdır. Hüseyn açarı qutuya qoydu. Səbəb də odur ki, Ayşad müalicəyə getməlidir. Bəli, Birlikdə ailə kimi yaşamaq üçün. Nə mənada razı deyiləm. Tək mən yox, Hüseynin də müalicəyə ehtiyacı var. Gedirəm. Ya mən də gedəcəm. Bərabər gedəcəyik. Necə lazım? Psixoterapevt, mənim dostum Kimə istəyirsə verin, və xoşlayıram. Azərbaycanda belə deyək, barmaqla sayılacaq mütəxəssislərdən biridir. Hüseynin ehtiyacı varmı? Xoşqədəm xanım, nəinki Hüseynin ehtiyacı yoxdur. Mən hətta ehtimal edirəm ki, bu davranış Ayşənin artıq təbiətidir. Mən onun düzəlməyinə belə ümidlə baxmıram. O onun təbiətidir. O artıq onun təbiətidir. Bir var adamın sonradan yaranmış hansısa problemi olar, depresiya, panik atak falan. Bir də var ki, bu insanın təbiəti belədir. O aylin olmayacaq, sabah o başqa aylin tapıb qoyacaq onun yerinə. O yel dəyərmanları ilə vuruşur, Don Kixot kimi. Olmayan problemlər. Ömür boy burnundan gələcək. Mən elə inanırsız ona baxıb, mən onun belə pis çıxmasın, dərdini çəkirəm ki. Zaten belə deyil. Mən nəyi sevirəm, nəyi sevmirəm, o da nəyi sevir, eyni anda, mən sənə, mən üzr istəyirəm xoşlayam, biz tanışlıq ərəvəsində 50 dəfə yığırdım, birinə cavab verirdi. İndi tərsinə olub hər şey. Mən bunu... Ayşad. Buyurun. Ayşad, müalicə. Bəli, çox xahiş edirəm, xoşlayam xanım. Lazım olsun, mən də gedərəm. Tək mənim elə. O, mən razı deyiləm onda. Hüseyin özünün də ehtiyacı. Siz o Ayşənin o çəkdiyi dağları unutmaq üçün bir sanatoriyada gedib biraz istirahət eləmək lazımdır ki, o konfliktlər başından çıxsın. Bərabər şəkildə tək mənim yox, onun da ehtiyacı var. Hüseynin əsəbləri yerində daxı. Yerində deyil. Hüseynin problemi yoxdur, ay xanım. Problem sizdədir. Siz evin içində olmursunuz ki, bizim evin içində. Ev içidən də evin içi buradadır da sabahdan danışırsınız. Evinizin içini gətirmirsən, çıxartmışsan. Evin içini sabahdan burada danışırsınız. Evin içi qalıb. Ev var ki, də içi də qalsın. Mən deyirəm ki,
ki onu da Yəni mən onun də. da psixoloji dəstəyə ehtiyacı Yaxşı, yoxdur. ben bir yere gidiyor. Bu olmayacak Xoşgələm xanım. Bunun niyeti müalicə almaq deyil. Bu ya kimsəni məzara göndərməlidir, ya da ki ne bileyim valla ayrılanda dediler Hüseyin uşağını yetim koy. Kim ister ailesi dağılsın? Kim aile görmemişik de. Hiç kim istemez ailesi dağılsın. Ben de burada dedim. Ailə dağıtmaq istəyən birincisi Bu sən gedişatın olmusan. axırı ayrı. Sən getmişdin, vəkilə müraciət eləmişdin, Bu mən ilk deyil. gündən belə olub. Sən Amma bunu niyə mən qəbul bilirəm, edirdin? sən Niyə bəs evlənirdin hər bununla? şeyə Niyə son uzadınız deyil. oldun? Niyə ailə Olmayan zilməsi eləməzsiniz? yerdə Qardaş. tüstü çıxmaz. O da olmayan yerdə tüstü çıxmaz. Birinci Ayşadı Sən istəsən o xasiyyətini bilirsən. Sən əvvəl hər gün evdə olmusan. Odu değil de. O odu sizin gibi bu oda Əlbəttə göre bilmək tüstü çıkıyor. lazım. Hansı oda göre tüstü çıkıyor? Dinlen Ayşe, Sən dinlen. özün qıcıq məni qıcıqlandıracağını göstərirsən, Aa, mən bir deyil. gıcıklandırırsan. Sen bununla gittin Sən görüşürsen. elə bir hərəkətləri qəbul Yaxşı qəbul. eləyəsən. Sen geldin ailenle öpüşür görüşürsen. Tamam. Başa düştük. Birisi Ben de indi seni başqa görmüşəm. kim yox Həyat idi. yoldaşımsan. Senin yanında görən adama ben hörmət əlaməti olarak salam vermeyeyim. İmkan ver də, barışmaq istəyən aylin oldu. Mən də dedim hə, heç nə. Gördüm ki, imkan dəyişdi. Yəni sən oyun Barışanlar oynadın var, ki, görəsən barışmalar. Hüseyni. Ay, mənim Necə? Bəli, mən onun üzünə baxdım, hərəkət elədim. Dedim görüm nə edəcək. Salam melek. Zəng eləsin, üzr istəsin. Anam niyə üzr istəməlidir Niyə ki? Mən istəməməlidir? barışmışam. Aydındır, Niyə aydındır. istəməməlidir ki? Aydın. Xeyr. Aydındır, aydındır. Mən təhqir aydındır. edən Bircə dəqiqə, bilirəm, bir dəqiqə. Bircə dəqiqə, Sən də xahiş yazmısan. edirəm. Xahiş edirəm bir saniyə. Ay sənsən, mən deyil. Vəfa. Nətərsən? Bilirəm. Yaxşısan? Bilirəm, yaxşıyam. Vəziyyət necədir Vəfa? Bilirəm. DNK-mız Hələ yox. Ha? Qurban gəlsin hələ sonra. necə? Qurban gəlsin, o da versin. Qurban gəlsin. Yəni qurban kəsək deyirsən. Yox, yox. O Necə? qızın atası. Hə, bu ikinci, üçüncü qızın atasına DNK. Mən də elə bildim ki, dedin ki, qurban gətir kəsək ki, DNK çıxacaq. Saat 12-dən sonra. Ay Qurbana Allah. nə dəxlisi? Yaxşı, qurban gəlsin deyirsən, amma Vəfa, gələn qurban deyil, amma bu dəfə bir nəfər gəlib DNK üçün. Mənə görə. Hə? Kimə görə? DNK üçün gələn var. Ay Vəfa, bir bilsən kimdir ay Vəfa? O sənin qurbanın deyil ay Vəfa, bu başqadır artıq. Hardadır? Gəlir. Dəhşətdir vallahi. Bu da DNK üçün Vəfa. Vəfa, sən ölməyəsən Vəfa. Necə? Kimdir ki? Kimdir? Elə mən də sənin kimi bilmirəm, bərabər öyrənəcəyik. Vallahi bilmirəm. Bərabər öyrənəcəyik Vəfa. Bu da DNK üçün gəlibdir. Bu da DNK üçün Kimlə gəlib. istəyir ki? Bu arada Zülfiyə itkin düşmüş da 3 yanvarda. O DNK üçün gələndən danışmadan öncə deyim ki, Həmzəyeva Zülfiyə 3 yanvar 2026-cı ildə Göygöldə itkin düşmüşdü. Bugün də Əhliman bu studiyada olmalıydı, amma gözünüz aydın Zülfiyə tapılıb. Elə ki, Əhliman avtobusa mindiyi an Zülfiyənin qardaşı zəng eləyibdi. Ay Əhliman, gözün aydın. Əhliman, necəsən Əhliman? Əhliman, elə ki avtobusa minirdin, sənə zəng gəldi. Nətəri? Deyirəm ki, bugün studiyaya gəlmək üçün, proqrama gəlmək üçün avtobusa, yəni gəlirdin ki, Bakıya gəlmək adı ilə evdən çıxdın, sənə bir zəng gəldi. Zəng kimdən gəldi? Nətəri xanım? Ay qardaş, sənə niyə studiyaya gəlmədin? Ay xanım, mən gəlirdim. Aysa. Hə. Qardaşı zəng elədi ki, tapılıbdır. Dedi, eşitdim, mən demədim ki, mən gedirəm Bakıya, yəni. Hə. Dedim, kətdəyəm. Mən zəng elədi ki, Amma sən aldatdın da onu, sorağına... gəlirdin. Gəlirdin, çünki mən sənin səs yazına baxdım. Deyirsən, gəlirdin, mənə qardaşı dedi ki, bəs bacım tapılıb. Hə, dedi ki, filan kafedə işləyir, orada qalıyor. Mən də da getmədim, mən də qayıtdım dala. İndi Zülfiyə hansı kafedə işləyir?
Vallahi bilmirəm ay xanım, orada dədəmin apteki var. Onun dövründəki kafedə işləyir. Bilməm nə kafesidir. O kafenin adı yadımdan çıxdı. Bağışlayın, atanızın nəyi var? Dədəmin apteki var orada. Dədəmin apteki. Sənin dədənin? Dədəmin aptekinin yanındakı kafe var. Dövründəki kafe var. Orada işləyir. Yəni bu necə? Hə, aptekin adı dədəmin. Hə, dədəmin aptekidir. Aptekin adı dədəmin aptekidir. Onun Deməli yanındakı orada kafedə. kafedə qardaşı dedi orada işləyir. Yaxşı, getdin gördünmü həyat yoldaşını? Yox, mən görməmişəm. Mən getməmişəm. Heç nə, gözün aydın olsun. Həyat yoldaşın tapıldı. Orada nələrmi? Orada xanım. Alo. Tapıldı xanım. Ay qardaş. Ay Allah, mən neyim? İnanın mənə ki, əziz tamaşaçılar, mən yaxınlarda, yəni mən belə başa düşürəm ki, bu insanların əlindən ya gedib xəstəxanaya falan düşəcəm ha. Həqiqətən ha, dəhşət. Ay qardaş, demədin ki, deyir ki, dədəmin kafesini, nə idi? Dədəmin aptekinin yanında kafedən tapılıb. Mən də deyirəm, gözün aydın olsun, Zülfiyə tapılıb. Sağ olun hanım, sağ olun. Allah köməyiniz olsun. Sağ olun. Allah sizi var eləsin. Allah canınızı sağ eləsin. Sağ ol. İndi gedirsən ora kafeyə. Mən oraya gedəmərəm, afışdım. Artıq imtina elədin də. Yox, mən elə adam belədir, ay xanım. Elə adam yəni belədir. Mənim evimdən çıxıb gedirsə də, mən belədir. Vallahi mən sabahlar bir də gedəcək, ay xanım. Vallahi mən yəni şey eləyəm var, Buranam dursun. Yəni, nə biləm vallahi, nə deyim. İndi gəlsin xanım, mənim dediyimlə əgər oturub duracaqsa da, yəni şey eləsin. Yox, mənim dediyimlə oturub durmayacaqdır, görməsin. Aydındır, aydındır Əhliman. Gözün aydın. Özün bilərsən. Sağ olun. Allah köməyiniz olsun. Allah sizi var eləsin. Allah sizi əksik eləməsin. Ay xanım, ay xoşladım xanım. Sağ olun. Sağ olun, var olun. Sizə çoxlu minnətdaram sizin də. Sizin də minnətdarınızı mən tezliklə çatdıracağım. Sağ olun. Nə deyir? Nəyi çatdıracaq? Nəyi çatdıracaq? Sizin belə sahənizdə belə çoxlu baş əyirəm. Yox, Allah eləməsin. Əstəğfurullah, əstəğfurullah. Sağ olun, sağ olun. Hə, sen, ay Allahım, ay Əhlimanın çıxışı məni nədən elədi? Ay Vəfa, DNK üçün gəlib. Vəfa gəlir. Qurban deyil. Qurban deyil ay Vəfa. Necə? Şimdi ki. Tanımıra baxay. Mən də sənin kimi ay Vəfa. Vallahi tanımıram. Sən bilməsən də, sənin üçün gəliblər. Mən hardan bilirəm, nə kimdir? DNK üçün gəlib ki, DNK verilməlidir. Məndən? Səndən verirsə yaxşı olar elə. Niyə şok da olmamıyor? Niyə şok Niyə? O mənə aid deyir o kimsə. Və kimə aiddir? Nəysə, birazdan biləcəyik kimə aiddir. Vəfa. Qurban yoxdur. Qurbanın anası bizə söz verdi ki, oğlunu gətirdəcək, sonra da oğlunu gizlətdi. Gəlsin də, üzü var gəlsin də. O qurbanı gizlədibdi ana. Bu kimdir? Əslində mən elə bilirdim ki, o bizə söz verdi. Bəli, hətta onun bizim gəlmişdi bura, o çəkilibdi də, kameralara düşübdə də qadın, danışıqları da hamısı. Çünki hər kəs bilir, burada hər addım kameradır. Getdi, amma indi ana qurbanı gizlədib. Ancaq gizlətməyə ehtiyac yoxdur. Gəlib DNK-sını verməlidir, o uşaq almalıdır alimenti. O uşağı böyütmək onun borcudur. İstəməyən uşağın dünyaya gəlişinə də itiraz etməliydi. Uşaq gəlibsə dünyaya, deməli sən də məsuliyyət daşıyırsan ana ilə birlikdə.
gələcəksən bu qurbanın şəklini verin efirə. Görən, tanıyan, bilən varsa xahiş edirəm ətrafındakı insanlar deyin ki, ortaya çıxsın. Qurban qaçıb gizlənib. Ana da getdi, onu lap gizlətdi. Ana öz oğlunu gizlətdi. Çünki nə vaxt ki dedik ki uşağa, oğul dedi ki uşağa anam baxacaq, həmən gündən ana gizlətdi. Amma biz axtarırıq qurbanı. Lütfən şəkilə baxaq, görək. Əli. Zərişə salamlayıram. Xoşqədəm xanım, nə səbəb açılmır DNK-mız? Biz DNK verdirmişik, nə səbəb açılmır? Biz qurbanı zaten nə edirik? Biz qurbanı gözləyən deyilik, eyvallah. Biz çıxıb gedəcəyik. Qurban gəlsə gəl, bizim işimiz uzanmasın. Xahiş edirəm. Səbəbini bilmirsən hələ. Yox, hələ bizim işimiz uzanmasın, xahiş edirəm, açılsın o DNK. Nə deyirsən? Ver DNK sonra. Mən verdirən deyirəm DNK, gözləmə. Ömür boyu verdirən deyirəm DNK. Mən də ömür boyu açdırmayacağım. Əlinin nənəsi. O DNK-ya baxıb bilir ki, uşaq bizim də ona görə qoymaz. Əlinin nənəsinin açıqlaması var, bir dəqiqə onu izləyək. Mən o cehiziyi özüm üçün götürməmişəm. Mənə də o lazım deyirdi. Onu mən vermişəm, qızıma vermişdim. Vəfa gəlib ona yer durduğuna görə mənim ailəm aparıb onu çaya töküb. O mənə heç yüzdə də lazım deyir. Əlində o saxlamayıb. Deyir, mən saxlamışam. Əlini mən saxlamışam. Eşitdin, əli 3 yaşından. Anası xəstə olub. Onu mən saxlamışam. Onu sonra internetdən, bax o dədəsi oğurladı, apardı. Nə var? O pul alırdı. O pulu da mənim ailəm kəsirdi. Heç o yardım da ona düzəldə bilmirdi. Öz işlətməyib, çobanın qoyunun malın güddürü birasını. Çobanın. Əli opuskaya gəldi bala. Opuskaya gələndə dedim ki, atva zənci ilə gəlsin. Mənə çoban cavab verdi. Dedim, sən kimsən? Dedi ki, mən çoban. Deyim, bəs İrasim hardadır? Deyim, malların yanında. O, İrasimə mal güddürüb. O İrasimi boş yerə aparmayıb. Neçə ildə o mışıq da artıb ölə-ölə. Onu da pılını alıb, o həmən o uşağa var, indi DNT. O, ona xaşlayıb. Bir oğlun əsgərlikdədir, gəlib, hələ bilmir o xası. Bəlkə də ondan da bir DNT. Deməli, deyir ki, vəfaya qalmasın deyə apardım cehizləri çaya tökdüm. Çox, yox, bilirsiniz necə, heç inandırıcı olsa da bu düzgün deyil. Mən bunu həqiqətən də ayıbdır bu, ayıbdır. Necə yəni, sənin orada nəvən var idi. Vəfa yox idi, Rasim yox idi, nəvən vardı. Necə yaşlı qadın, apardım qızımın cehizlərini tökdüm çaya ki, vəfaya qalmasın. Özüm var idi. Çünki bu, mən əsgəriyə gedəndən sonra, bu əsgər getməmişdən də qabaq. Bizim evimizi gəlib neçə dəfə yığışdırıb aparıb, ona görə məndən o götürüb aparıb. Bu insan yəni o cehizləri qalası öldü bizim evdə. O götürüb aparıb anasının evinə satırdı. Bir qadın işləyəcək, ərd oturacaq evdə. Rasim işləyib, çoban olub, yoxsa nə bilim, dərədəmi, təpədəmi, indi harada iş varsa da, bu adam işləyib, evinə çörək pulu gətirib, uşağına çörək pulu gətiribdir. Məgər gedib qadın işləyəcəkdi, Rasim oturacaqdı evdə, kişi oturacaqdı evdə. Bir yandan deyir ki, yazıq Əli internatda böyüyüb, sonra da deyir o saxlayıb. Demək o saxlamayıb axı. Mən saxlamışam deyə bilməz axı. Özü də etiraf edir ki, Əli internatda böyüyüb. Düz eləyir. Pərvanə kimisi... Nəyi internata atmağa nəvəsini... kimisinə bir dənə heç yastıq da düşmür. Elə əcəb eləyib, apar, çayda töküb hər şey də eləyib. Nənə vəfaya vermir, Əliyə verir. Əli də yanında saxlayıb. Əli də yanında saxlayıb. Yaşlı arvaddır, baxa bilməyib gedib internet. Keşke orada qalaydı, bunun yanında qalmazdı. Bunun yanında qalıb ki o. Xoşqədəm xanım. Ay, ben onda bilirdi ki 8 il mən baxmışam. Televizor qalmışdı, Mahmud Cehizindən. Bəs neçə il baxmışam? 5 yaşında kimi mən baxmışam, o 5-20 10 yaşında kimi. Onu Ay, Xoşqədəm xanım. Deyirsən, mən baxmamışam. Mən aparıb saxlamadım. Xoşqədəm xanım. Mahmud Cehizindən bir dənə televizor qalmışdı, stol qalmışdı, bir də xalça qalmışdı. Onu götürdü apardı anasının evinə. Ha vaxt qalmışdı. Allah'ın olsun bir dənə şey qalmışdı, televizor qalmışdı. Televizoru götürdü tez bazar, babam yığışdırmamışdan əvvəl hamısını. Televizoru götürdü, apardı, qoydu o birisi otağa. Televizor qalmışdı, bir dənə xalça qalmışdı, bir də stol. Sənin neçə yaşın var idi onda? Mənim 6 yaşım olub, mən qanı... Xoşum, 5 yaşında mən... Görmüşdüm də. 5 yaşında da bu idi, eyni yaşda, amma ondan biraz balacadır, 15 yaş. Yəni sən xatırlayırsan da o televizora gizlədi. Bəli, televizoru götürdü, Allah'ın olsun, apardı, qoydu balaca otağa. Heç balamın ölmüşünə bir dəsmitil saxlamadı onun altına. Heç nə, hamısını apardı. Heç demədi ki, bu uşaq nədə çay içəcək. Babam beləcə beləsə arıq bir uşaq idi. Əynində paltar da yox idi.
Məktəbə mən yola salmışam. Paltarı mən almışam ona. Aydın. Allah nə deyir, yalan deyir o. Heç nə Hə, düzgün yalan danışmır. deyir. Heç nə düzgün danışmır o. O insan mənə bir dənə əqqab alıb vermədi. Mən 8-ci sinifdən bir 8 yaşım vardı. Mən 1-ci sinifə getmişəm 8 yaşımda. Mənə bir dənə əqqab almadı o. Mənə o bir də atamın pulunu alırdı, atam bazardan 2-3 manat alıb gətirib əyləşdirdi. Atamın pulunu alırdı, cığırırdı. Xoşqədəm xanım, deyirdi, get dilən, bu nə puldur gətirmisən mənə? Atamı qoymurdu evdə yatır. Almırdı. Özü evdə yatırdı, atamı qoymurdu, bizi çıxarırdı Sən evdən. ata niyə sən ayaqqabı almırdı deyirsən? Ya nənən, atan. Atam işlədiyi pulu çünki alırdı əlindən. Bazardan demirəm, atam gəlirdi, atam 3-4 manat pul qazanırdı, fəhəlləşdirdi atam bazarda. Pul alırdı, atam əlindən cırırdı, deyirdi, bu nə puldur, get mənə dilən pul gətir. Atamı, Allah and olsun. At, heykəl. O vaxtı sənə demişəm dedilər. Heykəl özünsən. Niyə danışmırsan ki? Baxırsan elə bayna, elə bir şeysən, saxsaqalsan. İnsan qadın döyür, bu nə qadın, qadınla. Bu insan atama paltarını yuduzdurub, paltarından belə yuduzdurub atama. Allah haqqı, paltarından belə yuduzdurub atama. Üstümə. Şər zad atmıram, mən olanları danışıram. Mən haqqı danışıram. Onunla mən necə olmuşam, mən Quran haqqı. Bir-birimizi burada üzr Vəfa, istəyirəm. keçən gün Rahmanın görüşü var idi deyə mən bu DNK-nı açmadım. Düz indi də DNK üçün bir nəfər də gəlib. Qurbanı da axtarırıq, amma bu DNK açılsın. Xahiş edirəm, Xoşqədəm xanım. Açılsın DNK. Yox, əl niyə vermir? Açılsın DNK, bu günlərim açılsın, xahiş Mənə edirəm. qaranlıqdır. Niyə Uzanmasın burada o. hər şey qalmalıdır? Xeyir ola. Xeyir ola. O çünki bizim üçün maraqlı deyil. Əlinin, Çünki atasının Rasim olub olmaması. İndi də sifəti günlə gündədir. O uşağa əsəb sinir keçirməkdir. Qalıb bu dip tapda, otellərdə. Amma o gedib oturacaq evində. Xeyir ola, bəlkə onun Evimdə qazı, Xoşqədəm xanım, evimizdə qazı da kəsblər, işığı da kəsblər su bunun üzündən. Hamısı buna görə. Almət də Hamısı buna görə. Almət istəyirəm, niyə istəmirəm ki? DNK lazımdır da, onlar təşəbbüs göstərib DNK Hələ analiz kəsmir. verilib. Cavab Hələ qoy kəsmir. açılsın. Necə? Sən Hələ maraqlı kəsmir, olmalısan bu Xoşqədəm cavabın açılmasında. Qurban gəlsin hələ. Sənin hüquqlarını Sehran bəy müdafiə eləyəcək. Kimin? Vəfanın. Vafanın? Hə. Əvvəl bu analiz açılsın, görək. Yox. Ondan sonra mən də müdafiə edərəm, nə var ki? Sehran bəy, Vəfanın işini öz üzərinizə götürürsünüzmü? Mənim mövqeyim belədir ki, mən Rasim müəllimi dəstəkləyirəm burada. Qısa bir ara verək. DNK-lar kəsilmir. Vəfa. Aç bunu onsuz da mən belə başa düşürəm ki, hələ sən 1-2-3 ay buradasan. Amma bir tərəfdən də o icazə verməsi açmaq olmaz. Onun hüququdur. Onun haqqıdır. Niyə olmaz? Bu DNK-nın təşəbbüskarı Rasim müəllim. Ona deməkdir, təşəbbüskarı Lap Roma papası ola bilər. Vəfanın hüquqlarını siz müdafiə eləyəcəksiniz. Nə gözəl. Siz deyəndən sonra %100. Amma məcbur eləmirəm, istəyirəm könüllü, belə ürəyinizcə. Yox, Sehran bəy istəmir. Ya, sizi məcbur eləyə bilmərəm. Sehran bəy istəmir, çünki mən istəyirəm ki, bütün işləri sevgi ilə görək. Sizdən xahiş edəcəm o oğlanı, qalx ayağa, bunu, səadəti. Bunun uşaqlarının alınması, bu məsələdə Sehran bəy kömək elə. Uşaqların alınması çətin məsələ olacaq. Uşaqlar anadadır, anadan uşaqları... Xeyr, ana ərə gedibdir. Uşaqları da qoyub ata-anasının yanında. Danışmışam. Səadətin uşaqları baba, nənə yanındadır. Ana isə Sumqayıtda Ərdədir. Yenə çətin olacaq. Niyə çətin olur? Çünki ana uşaqlarla gəlib görüşür. Kim deyə bilər ki, ana uşaqlarla gəlib görüşmür? Necə yəni? Başa düşmədim. Sehran bəy, siz qanunların əleyhinə gedirsiniz. Qanunların əleyhinə gedmirəm, çətin olacaq. Çətin bəs asan iş yoxdur ki, mübarizə aparın. Bəs siz vəkil olaraq özünüzü göstərin. Vallahi asan olsaydı bu özü gedərdi də ora. Neçə yaşı var uşaqların? Birinin 9 yaşın içindədir, biri də 8 yaşında. Uşaqlar səni istəyir? Ata, onu baba, nənə elə eləyibdir ki... Avqust ayında getdim, görüşdüm, paltar da aldım, hər şey. Şəkillərini də Xoşqədəm xanıma göndərmişəm, baxıb yəqin ki. Bir dəqiqə onlara qayıtma, otur aşağı. Uşaqların tələbini irəli sürəndən vermə. Uşaqların tələbini irəli sürəndən sonra uşaqları toğlatdılar, döndərdilər məndən. Baxın,
Hörmətli Sehran bəy, mən nəzəriyyəni, siz isə praktikanı bilirsiniz, çünki neçə ilin vəkilisiniz. Siz də bilirsiniz ki, uşaq ya atada, ya da anada olmalıdır. Əgər bunun bir pis, bir belə deyək, davranışı, pis, belə deyək, xəstəliyi yoxdursa hər iki tərəfin, ana ərə gedibsə yol açıq olsun. Uşaqlarını da aparaydı. Bu ana öz uşaqlarını götürüb özü ilə aparmayıb, nənə baba yanında qoyubsa, ata neynəməlidir? Uşağı nənə baba dünyaya gətirib, uşaq bu kişinindir. Ana gedəndə əri seçib, ərin yanına gedib, ər də demir ki, mən olsam o kişinin yerinə, mən başqa cür baxaram. Mən fikirləşirəm ki, əgər bir ana dünyaya gətirdiyi uşağı mənə dəyişirsə, mən o ananı elə birinci növbədə ataram. Albatın məhkəmədə mübahisələndirmə olar mı? İddia qaldırmaq olar. Əlbəttə ki, qanun da bu oğlanın tərəfindədir. O nənə babanın əlindən uşaq alınmalıdır. Amma ilkin olaraq sana bir illərin təcrübəsi kimi bir məsləhətim ondan ibarətdir ki, uşaqların məhəbbətini qazanmaq üçün hərdən get, uşaqlar qoy səni tanısın, görsün. Sehran bəy, uşağın məhəbbətini qazanmaq üçün onun yanındakiler, gördünüz Ratmanı, 41 il, bir yaşı olanda ata ilə ana ayrılıb, belə deyək, indi 40 il deyil, amma əslində 41 il, o bir yaşında nə anlayırdı ki? Ona atası haqqında nə sözlər demişdi ana? Bizim qadınlarımız, kişilərimiz indi hamısına aid deyil. Kişidən ayrılan kimi və yaxud qadından ayrılan kimi qadın əxlaqsız olur, %100 ki, bunun əxlaqında problem var. Kişi narkoman olur, pis, nə bilim, yolun yolcusu olur, uşağa ancaq hər gün beynini onu yeridirlər. Uşağı elə vəziyyətə salıblar ki, uşaq atasını görəndə şeytan görür. O sevgini atanın ora gedib gəlməsi yox. Nənə baba yaratmalıydı. Nənə baba düşmən yetişdiribdi Səadətə qarşı və mən istəyirəm ki, Səadətin məsələsi məhkəməyə qədər getsin. Çünki bizim elə işlərimiz var ki, məsələn, ailənin də məsələsi məhkəməyə getməlidir ailən. Bu məsələ məhkəməlikdir. Yox, mənə real yazıb. Narahat olma, məhkəmə onu məcburi gətirəcəkdir. Mənim məcburi gətirmək hüququm yoxdur, səlahiyyətim yoxdur. Amma onun məhkəmə məcburi, elə deyilmi Sehran bəy? Məhkəmə mülki işlərdə məcburi gətirmə. Bu uşağın DNK-sının məsələsidir. Necə? Xoşqədəm xanım. Siz nə danışırsınız? Xoşqədəm xanım, olar bir də. Yəni, orada məhkəmə qiyabi qətnamə çıxara bilər. Bəli, qiyabi də olsa verəcəkdir. Yəni, məhkəmə bunu qiyabi həll edəcək. qətnamə çıxarandan sonra özü gələcək. Amma məcburi şəkildə gətirilsin, belə bir mən anlayış qiyabi qərar çıxara bilərəm. Xeyr. Amma məhkəmə o qiyabi qərarı çıxartmaq hüququna malikdir. Mən də onu deyirəm ki, qızım, bu adamı məhkəməyə vermək lazımdır. Xoşqədəm xanım. Mən o elə bilir ki, mən onu bura çağırıram, ondan nəsə analiz istəyəcəm. Yox, əvvəllər deyirdim analiz ver, sən uşağı göstərəcəm. Əvvəlcə deyirdi ki, gəl barışaq, uşağı görmək istəyirəm. Dəfələrlə özü zəng elib mən ki, uşağı görmək istəyirəm. Xüsusən mən o şəkilləri görəndən sonra biraz bundan ehtiyat elədim. Ki, yəni apasın adam da. O elə bilir ki, mən indi onu bura çağırıram, nəsə test zad versin, nəsə yox. Mən onu bura çağırıram ki, ya imtina elə, sabah uşağımı narahat eləmə. Gəl ərizə yaz, imtina elə. Ya da aliment ver. Yəni, ya bu o yolluq olsun, ya bu yolluq olsun. Real, bax, sənə deyirəm buradan. Mən zəng eləyirəm, açmırsan, Xoşqədəm xanım zəng eləyir, açmırsan. Mənə yazıb. Yazıb. Mən sənə deyirəm, gəl, oturaq, danışaq. Mən sənə uşağı göstərim, uşağın səni görsün, aliment vermək istəməsən də, mən sənə, necə deyim, lap aliment verməsən də, mən sənə uşağı görüşdürəcəm, hər dəfədə nə vaxtsızsan gəlib görəcəksən. Nənəsinin yanındadır, gəl gör uşağı. Yəni, görsün, deyir, pul istəmirəm səndən. Məsələn, Səadətin babası nənəsi qız uşağıdır, istəmirəm belə qalsın. İstəyir ki, atasının yanında olsun. İstəyirəm yanında olsun atası. Çünki mən ata ilə böyümüşəm. 13 il mən ata nədir bilirəm. Bax, Aylin, məndən sənə məsləhət, qəti atasının əleyhinə böyütmə uşaq. Yox, uşaq özü atasını o qədər çox istəyir, Xoşqədəm xanım.
Bütün günü deyirəm ki, Royal sənin nəyində, atam da atam belə. Yəni TikTokda da hamı görür ki, o uşaq çox bağlıdır. Halbuki onunla bir evdə yaşamayıb, oturmayıb, amma çox bağlıdır atasına. Əleyhinə qəti şəkildə. Bir-iki dəfə eləmişəm, əsəbləşmişəm, amma sonra görmüşəm ki, o uşağa xeyri yoxdur, o uşaq atasını istəyir. Onsuz da 18 yaşına çatdıqdan sonra qərarı o verəcək. Bax, o zaman sən itirəcəksən onu. Ona görə valideynlərdən xahiş eləyirəm. Onlar müəyyən bir yaş həddinə çatanda qərarları verib, düşünmə, artıq doğru qərarları vermək ağlında olacaqlar. Siz pis olacaqsınız. Əgər efirə gəlmək istəmirsə də, üzünü göstərməsinlər, gəlsin kamera arxasında uşağını görsün. Deməli, məhkəmə demişkən, Sehran bəy, bunların da işini sənə verir. Heç bir işi də götürmür Sehran bəy. Deməli, yazıq, buyur qızım. Səsin çıxmır. Səsin çıxmır, ver anaya. Bu gözəl, nurlu anam, deyib ay Allah. Birinci salamlarım olsun. Nəydi onun adı? Fərqiyə. Deyib ay Allah, xoşbəxt olmuşam, Fərqiyənin qapısına qız almağa gedirəm. Gedir qızı alır, qızıllara bax, nə qızıllar aparır Fərqiyə. Fərqiyənin qızını alır, Fərqiyə də deyir ki, qızıma Bakıda ev almalısan. Yazıqlar nəyi var, əlində, ayağında nə var, götürürlər 18.500'ü verirlər Fərqiyə. Fərqiyə gözünə döndüyüm 18.500'ü götürüb ortadan yox olur. Səsi var, özü yox. Salamlarım olsun sizin hamınıza. Anacan, gəlinini görürsən, əleykümə salam. Gəlin yox, gəlin o sıradadır. Yəni gəlinlə danışırsın? Danışmıram. O bir dəfə danışır, çalır qara siyaya. Sənin? Bu qızı. Ana, niyə? Gəlin niyə salır? O bilmirəm, onun məqsədi nədir, onu bilmirəm. Yaxşı, bu nişan qoyduğun nəvən, oğlun hardadır? Mənim oğlum, o nadandır, 17 yaşı var, o düşüb arvadın tələsinə. Fərqiyənin yanındadır. Fərqiyənin tələsinə, niyə onun yanında deyil? Yəni 18.500'lə oğlunu da verdin onlara. Oğlu vermişəm, oğul gedib. Oğul heç, indi mənəyə qulaq. O Fərqə, mən elə bildim bir mələkdir, heç bir inanmadım. Nənə sana qurbanı necə insandır. Çıxan çölən deyiləm. Mikrofon. Çıxan çölən arvad deyiləm. Evdə oturan arvadam, heç də başım çıxmadı. Dedim, mən onda qız almışam, namus almışam. O məndən belə rəftar eləməz. Biraz öyle. O məndən belə rəftar, heç inanma. Beynimə girmədi ki, arvad məndən belə bir hesab eləyər. Yaxşı, bu qadın pulu alanda o evi var. O qadın mənə söz verdi ki, 18.500'ü gətirəcək. Bunu gətirib sizə verməyib hələ. Yox, köpük də verməyib heç nə. Qadın mənə deyir ki, mən evini oturub. Deyir ki, mən evimi sana pulu verməyəcəm, sən xoş qadın birisine getdim ora. Yox, sayyaman. Şəkil. İndi o sinəsinə belə vurur. Bu da o ev, bu da. Məni bil, belə sinəsinə vurur, məni bil. Bura bax. Lilliput. Məni bil. Ha, bildim səni. İndi bu 18.500'e getdi, o uşaq da getdi. Oğlunu da verdi. Yox, oğlan məndadır. Ancaq sadəcə oğlan işdədir. Yəni onlar tərəfdir. Tərəf bilsən necə yeri ki? Onları tərəfi belə deyəm. Mənə dedi ki, nənə, al öz pulunu. Az pulu. Amma qızdan ayrılmıram. Yox, al öz pulunu. Oğlan mənə belə deyir, al öz pulunu. Niyə yalan deyir? Qəbrin qırağındayam. Dedi ki, al öz pulunu. Nənə. Al, amma nətər alacaqsan? Bəlkə qızı tutursan, get qızın anasına denən ki, mənim pulumu ver. İndi mən də belə başa gözəl oğluma dedim nənə qıvam. Bəlkə bu arvad sənə, sən mənim tərəfimə çıx. De ki, sənin qızın mənə lazım deyil. Qızdan nə çıxdı qız? Gedib başqasını gətir. Bəlkə bu arvad pulu verdi mənə, o oğlumun kibinədəydi. O da onun kibinədəydi. İndi həmən evdə kim oturur? Evin adını tuturam mənə. Deyirəm ki, evi mənə göstərdi. Sən bu evini mənə aparmadın. Saat 12'də bu evi mənə göstərmədin. Bir dəfə bu evi mənə göstərdi. Görüm kim Fərqə oturur, Şərqə oturur. Kim oturur, bu görüm də. Kim oturur indi o evdə? Bilmirəm. Həqiqətən o ev alındı mı? Bir dənə o 12'də mənə o evi göstərdi. Daha evi getdim. 24 günün evində uzadım. Gedib evə baxasan. Ay Allah. Göstərmədi. Ay səni ölməyəsən Fərqiyə, sən nəymişsən ay Fərqiyə? Ada bax Fərqiyə, nə gözəl addır. Ay Fərqiyə, yəni 18.500'ü götür, cəmaata denən ki ev alıram oğluna. İndi gedib o evdə sən oturasan. Kişi kimdir? Həmən evin sahibi. Da kişinin evi sən ev al. Narahat olma, bugündən müzakirəniz başladı.
o evə qədər gedəcəyik. Bir dənə bu bağlama ürəyim yox. Aydın, səsin də eşidilmirsən, narahat olma. Bugündən artıq siz burada olun. Çünki biz Fərqiyə mənə söz vermişdi ki, 18.500-ü qaytaracam. Mən də bugünə qədər bu məsələni uzatmamın səbəbi Fərqiyənin o pulu verməsi idi. Leyla xanım, hə? Səsinə kömək elə onun. Tamam, gəlsin mənə edim. Səsinə kömək elə. Səsinə kömək eləyərəm. Ay xanım, mikrofonu götür. Neçə uşağın var? 3 uşaqla gəlmirsən ki, məni sığınacağa yerləşdir. Göndərmişik də səni sığınacağa. Ay bacım, bu 4-cünü neynirsən? Saxlamağa yerin yox, evin yox, heç bir şey yox. Düzdür? Niyə siz belə hərəkətlər eləyirsiniz? Danış da qızım, sən istəyirəm. Nə istəyirsən məndən? Nə üçün gəlmirsən? Müvəqqəti uşaq olana... Necə? Müvəqqəti uşaq olana kimi kömək eləməklərini istəyirəm. Mən nə kömək eləyə bilərəm sizə? Hansı sığınacaq var? Deyirsiz, sosial ala bilmirəm. 4 uşaqla sığınacaq, 4 yox. 3-ü var, biri də bətnində. Sosial ala bilmirəm. Bizi hələ ki yerləşdirməyiblər heç arayla, müvəqqəti olaraq da yerləşdirməyiblər. Atan-anan hardadır? Mən doğulanda qoyub uşaq evinin Rottomda çıxıb gediblər, başqa bir ailə götürüb. Yəni sən hələ bilmirsən atan-anan kimdir? Yox, tanımıram, kimliklərini bilmirəm onların. Yaxşı, adın, soyadın? Adım Quliyeva Günel olaraq dünyaya gəlmişəm. Həsənova Nərmin hal-hazırda. Nə olaraq, adın necə olub? Quliyeva Günel olub, doğum evində Quliyeva Günel olub. Quliyeva Günel olmusan, doğum evində bunu sənə ata-anan verib də, belə çıxır. Yəni, dünyaya gətirən qadın verib. Quliyeva Günel qoyub adını. Səni hansı, neçə nömrəli uşaq evinə qoyub? Xətai rayonunda olan doğum evidir, bildiyim qədərilə. Mən doğulanda da məni götürüb saxlayan ailədən olan qadının bacısı akuşerkalıq eləyib, mənim doğuşumu qəbul eləyib. Və səni də elə o götürüb? Bəli. Onlar demirdilər, bu qadın kimdir, anan kimdir? Onlar yox, onlar deyirlər ki, bizim xəbərimiz yoxdur, onun kim olduğundan məlumatımız yoxdur. Şübhələndiyim sadəcə məni götürüb saxlayan ailənin padruqası var, onun ailəsindən şübhələnirəm. Başqa, İstəyərsənmi ki, onları tapaq? Bəli, mənim maraqlıdır, mənim kimliyim, nəyə görə bu həyatı yaşamağa məcbur oldum, niyə məni dünyaya gətirib atdı. Yaxşı, deməli, əsl adın Quliyeva Günel. Bəs ananın adı, atanın adı? Ana, ata adına xət çəkilmişdi sənətdə, heç bir məlumat yox idi orada. Neçənci ildən sən? 1993, 25 mart. 1993, 25 martda Quliyeva Günel adınla dünyaya gəlmisən və Xətayda uşaq evinə, körpələr evinə qoyulmuşsan. Körpələr evinə verilməmişəm. Elə Rottomdan aliyə verilmişəm. Doğum evində dünyaya gəlmişəm. Birbaşa elə doğum evindən. Elə birbaşa verilmişsən. Bəli, birbaşa. Prenatal deyirsiniz də, yəqin ki, Xətaydakı prenatal doğum mərkəzi var. Heykəlin yanındadır bildiyim qədərilə. Yazıq uşaqlar. Buyurun. Onun atası, yaxşı, sənin həyat yoldaşın hardadır indi? Həyat yoldaşım cəza çəkmə müəssisəsində. Həbsxanada? Bəli. O niyə həbs olunub? Narkotik vasitələrə görə həbs olunub. Hamıda kimin nə problemi var, heç kim lazımı ünvana getmir. Hamısı gəlir Xoşqədəm xanımın üzərinə. İnsanlar öz evlərində bir problemini həll edə bilmir, amma Xoşqədəm xanım görür nə qədər insanların problemlərini həll eləməlidir. Hələ bir uşağı da gözləyir. Bir uşaq 4 aylıq hamilədir. Çox yerə müraciət eləmişəm, heç kim yaxın durmur. Yəni, son ümid olaraq gəlib sizə müraciət eləyirəm. Neçə aylıq hamiləsin? Artıq 5 aylıq. 5. Hara, nə danırsan? Böyük günahdır, yəni, həm də qanunsuz bir şey, dəhşət. Əyləş görək. Necə, indi mən nə inəyim, hara göndərim? Görsün ki, bu problemləri uşaqları neynəsin, bu qadını neynəsin. Yəni, biri var ki, gələ öz valideynlərini axtara, bir də var ki, bu boyda sosial problemlərlə. Bu arada Bayram Əliyev Asəf Firudin oğlunu Türkiyədə axtarırıq. Rusiyadan Türkiyəyə keçdiyi, yəni
təsdiqləndi keçən həftə. Anası buradadır. Və sizə elə gəlmirmi ki, o böyük borclara görə oradan qaçıbdır? Əyləş. Mikrofonu götürün, danışın da xanım. Deyirəm, ayaq üstə durma. Oturun, mikrofonla danışın. Oğlunuzun borcu olduğu deyilir. Doğrudurmu? Bilmirəm, heç xəbərim yoxdur iş. Danışmırıq, eləmirik. Aynı yerimsindən danışa bilməmişik. Borcu var idi, xanım. Oğlunuzun borcu olduğunu deyilir. Bilirsiniz axı sizdə. Cavab verin, borc haqqında deyin. Hansı məbləğ idi o? Burada gedəndən borcu yox idi. Oradan çıxandan sonra dedilər borcu var. Bəs biz də onu soruşuq. Mikrofonu yaxın tutun. Bilmirəm. Ay qardaş, al danış da. Ay Allah, siz inanırsınız, insanlara danışdırmaq da mənim üçün çətindir. Mikrofonu yaxın tut, uzaq tut, hündürdən danış. Salam əleykum. Yəni onu biz də tam dəqiq bilmirik. Yəni nə qədər borcu var, nə qədər verəsidir. Onu biz də bilmirik. Nə eşitmisiniz? Siz mənim dediyimi, borcu olduğu məsələsini siz də bilirdiniz ya yox? Borcu olduğunu mən bilmirdim. İndi bəlkə də atası, anası və yaxud da kimsə bilir, amma mən bilmirdim. İndi inşallah ki, öz ortaya çıxsın, tam dəqiqliyinə bilinəcək. Əsəb oradan çıxanda xəziyini zəng edib demişdi. Əsəb oradan çıxıb hitif deyəndə ondan sonra dedi. Sonra vaxt gedir, özünüz danışmırsınız burada, yəni belə olmur axı. Mən sizə deyirəm, Asəf Rusiyadan qaçıb. Siz də bilirsiniz niyə görə qaçıb. Danışın, tapaq onu Türkiyədə. Bəli, qaçıbdı. Onu xəziyyə zəng elədi ki, oğlun çıxıb gedib. Da bilmədim hara gedib. Dedim, yəni bu qədər də pulumu götürüb dedi. Da bilmədim nə qədər götürüb. Nə qədər pulun götürüb? Bilmədim. Yəni o nədir? Ramaldır. Verin də nömrəsini verin, bağlayın onu efirə. Görək nə qədər Asəb pul götürüb. Oğlum nə qədər borcu var? Oğlum qaçıb. Bəlkə gəlib öldürüblər. Nə qədər borcu var? Onu soruşmursunuz xanım siz. Oğlunuzun borcudur. Qaçıb mən yaxşı çox sağ ol. Bu sonunda necə şey belə? Dəhşətdir. Yəni sizə zəng eləyir, sizə deyir, sizə bildirir ki, oğlunuzun pulu var və siz bir ana olaraq maraqlanmırsınız ki, mənim oğlumun nə qədər borcu var sizə? Kənddə operasiya olanda gəlmişdi kəndə. Operasiya olanda 500 manat vermişdi. Bir də bileti zadı deyildi. Ayrı bilmirəm nə qədər borcumuz var. Başa düşmədim. Nə dedi? Anlamadım. Nə gəlmişdi kəndə? Kim gəlmişdi ümumiyyətlə? Kim əməliyyat olanda? Bundan qabaq Rusiyadan Azərbaycana gəlmişdi. Kim? Asəf. Aha. Gəldi, əməliyyat olundu. Əməliyyatda 500 manat pul vermişdilər. İndi Ramal. Həmən o... Bəli, xazeyini. 500 manat pul vermişdi. Sonra Rusiya uçuş biletinin pulunu verib. Orada sənədləri düzəlib, sənədlərinə pul verib. Sənədlər o qədər pul deyil. Onun böyük miqdarda pul götürüb yoxa çıxdığı deyilir. Mən də deyirəm ki, bununla bağlı nəsə bilirsiniz. Asəf, çıxsın da ortaya. Türkiyəyə qaçıb, bu indi Türkiyədə kimin yanında gizlənir, kimin yanında, yəni siz danışın ki, o da biləcək ki, bütün bunlar bilinir, çıxacaq ortaya. Türkiyə niyə gəlsin ki? Demək, pulu var ki, gəlib də Türkiyəyə. Və bilirsiniz də özünüzdə ki, bu belə olur. Sizdən çox onlar axtarır. Nəysə, keçin mən vəfa məsələsinə. Asəfin, diqqətlə baxın dostlar, Bayram Əliyev Asəf Firudinoğlu. Kim də nə bilirsə, anonimlik qorunur. Bizimlə əlaqə saxlasınlar. Kimə nə borcu var, nə qədər borcu var, bizimlə əlaqə saxlayın. Türkiyədə izləyənlər sən axtarıramı? Asəflə bağlı məlumatı olanlar gördünüz, Zülfiyə mükafat dedim, anında Zülfiyə kafedən çıxdı. İndi Asəfi Əli,
Neyniyim mən bu vəfanı? Xoş gedəm xanım. Neyini izləyəndə, yəni açın da DNK-nı açın. Mən bura gələndən deyirəm bunu sizə. Yəni açın, DNK açılsın. Uşaq atamındısa, aliment veririk. Da əl çəksin bizdən bu qadın. Aç, əl çəksin. Bu bizdən oynamaq lazım deyil. Oturub orada iş yox, güc yox. İsti yerdə yeməyi verilir, çörəyi verilir, uşağına baxılır. Nə vecinədir? Otursun ailənlə burada. Düz demirəm? Yox. Tamamilə haqlı. Analiz cavabı açılmalıdır və bilinməlidir ki, uşaq bunlarındırsa yenə də alimentlərini verəcəklər. Vəfa da uzaqsın bunlardan. Deyilsə də vəfa aldığı pulun qəpinə qədər də ödəməlidir bunlara. Vəfa mikrofonun yoxdur. Daş salır, elə bil o. Açılmaq istəmirəm. Amma o DNK-ya baxıb da bilir ki, uşaq bizim deyir, ona görə bəlkə qoymur açmağa. Harda baxmışam? DNK-ya baxıb da o. Harda baxmışam? Baxmamısan? Baxmısan? Oxumaq bilirəm ki, baxam da. Mən 2 gün dalbadal göstərdim. Deməli, sən bir oxuya bilmirsən. Onu anlamır da. Mən də deyirəm. O onu anlamayıb, ay Xoşgədəm xanım. Bu Allah sağ kömək olsun. Ay Vəfa, bəs mən sənə göstərəm, sən də hə-hı deyirsən, hə-hı deyirsən. Şöyle o hə-hı onun danışıq tərzidir. Oxuya bilmirsən? Nəyə oxuyayım? Lap oxuya da bilsən, mən bilmirəm nədir orada. Bak dolardı demə. Ay qız, mən niyə demirsən ki, mən bilmirəm burada nə yazılır? Mən də elə bilirəm, bu oxuyur, elə oxuduğu üçün deyir ki, qoy qalsın. Qoy qalsın, hələ istəmirəm. Deməyəsiz, heç bunun xəbəri də yoxdur, nə var da yox. Vəfa, ümumiyyətlə məktəbə getməmsən? Göndərməyiblər də. İlahi, məktəbə getməyib, ilahi. Getsəydi gör nələr olardı. Keçsəydi sən ki, belə kağızlarla məşğul olardım. Necə? Deyir, getsəydim kağızlarla məşğul olardım da, yəni bir dənə beynəlxalq təhsil mərkəzi olmazdım da. Keşke kağızlarla məşğul olardın. Belə işlərlə məşğul olmazdın. olmazdın. Yaxşı olsaydı, mən də belə olardım sən kimi. Keşke işlərlə məşğul olmazdın. Deyirəm. Yaxşı valideyn olmalı. Utanmasan oynamağa nə var? Sənin yerində başqa adam olsa ağlamalıdır. Burada gülməli deyil. Kimsə ölüb ağlayaq. Ha, görsən. Ay Allah, qısa bir ara verək, qısa bir ara verək. Sponsorlarımıza təşəkkür edirəm. Xüsusi sponsorumuz Medera Hospitaldır. Qeyd edeyim ki, Medera Hospitalında bizim dəyərli doktorumuz Ramin Bağırova müraciət edə bilərsiniz. Əgər mədə bağırsağınızda problem varsa, qan azlığı səbəbi bilinməyən anemiyalardan əziyyət çəkirsinizsə 099-363-2646-ya zəng edin. Bu arada nevrologumuz Sevinç Məmmədova da Medera Hospitalındadır. Bütün nevroloji problemlərinizlə bağlı 055-754-1166-ya zəng edə bilərsiniz. Neyrocərrahımız Əli Osman Qədimbəylinin yanında isə aksiyalarımız davam edir və bel, boyun qrijası, implant əməliyyatlarına 30% endirim var doktorun yanında. 055-296-66-68 əlaqə nömrəsidir. Oftalmologumuz Cahit Şahbazov 31 fevralda Zaqatalada olacaq, icbari sığorta ilə göz əməliyyatları edəcək. 050-805-15-15-ə zəng edə bilərsiniz. Zob doktorumuz Xəqani Həsənova təşəkkür edirəm. Zəhərli zob, düyünlü zob, hamiləlikdə zobdan əziyyət çəkənlər 050-603-81-82-yə zəng edə bilərlər. Bu arada doktorumuz 1 fevralda Qubadadır. Urolog-andrologumuz Bəxtiyar Hüseynova təşəkkür edirəm. Uroloji, androloji əməliyyatlar, böyrək daşı əməliyyatlarını icbari sığorta ilə həyata keçirir. 055-694-40-50 əlaqə nömrəsidir. Lor cərrahımız Leyla Zülfüqarovanın yanında. Qulaq, burun, boğaz əməliyyatı, plastik burun əməliyyatı istəyənlər 050-836-36-36-ya zəng edə bilərlər. Beynəlxalq Təhsil Mərkəzində 40 növ təhsil xidməti var ki, YÖSAT, IELTS, Çin dili, süni intellekt, kiber, din, buraxılış imtahanlarına hazırlıq, eyni zamanda heç bir imtahan vermədən dünyanın ən məşhur universitetlərinə qəbul. 051-401-44-43 əlaqə nömrəsidir. Həkim kosmetologumuz Nigar Sultanovanın yanında əl, üz baxımı, saçınız tökülürsə və yaxud da qırışlara yox demək istəyirsinizsə 051-444-0017-yə zəng edə bilərsiniz. Deməli, referans Həyat Hospitalda alqologumuz Müşfiq Sadıqov
Abdullahovun yanında siz baş, boyun, bel, oynaqlar, üz və əzəllərdəki ağrılardan, eləcə də sinir sistemi ilə bağlı narahatlıqlardan əməliyyatsız xilas ola bilərsiniz. 077 502 0033 əlaqə nömrəsidir. Bu arada Leyla Medical Mərkəzin uşaq metabolik xəstəliklər üzrə mütəxəssis Ləman Əlirzayevaya da əgər uşaqlarınızda davamlı qusma, çəki və boy artımında geriləmə, səbəbi bilinməyən qıcı olmalar, inkişaf və danışıq gecikməsi, autizm, zəka geriliyinin müalicəyə cavab verməməsi kimi problemlər varsa, Ləman Əlirzayevaya müraciət edin. 077 502 0033 və ya Ulduz 0101-ə zəng edin. Bu arada nömrə 1 psixologiya mərkəzində də bizim aksiyalarımız var. Xalqlar Dostluğu bölümündə uşaqlarınız kəkəliyirsə, nitqində, yaddaşında problem varsa 0 deməli 55 562 0147-yə zəng edin. İlkin qəbul, yəni müayinə ödənişsizdir. Bugün mən geyimimə görə də təşəkkür edim. Las Vegas'a təşəkkür edirəm bugünkü geyimimə görə. Xanımlar, bir-birindən gözəl geyimlər var Las Vegas'da. Buyurun, yaxınlaşın. Həm ziyafət geyimləri, həm gündəlik geyimləri əldə edə bilərsiniz. Başkənd Restoranlar qrupuna təşəkkür edirəm. Həm deməli Ağşəhərdə, həm Nərimanovda, eyni zamanda Memar Əcəmidə qeyd edeyim ki, Başkəndin gözəl belə deyək restoranları var ki, burada həm möhtəşəm yeməklər, həm möhtəşəm xidmət var. Ona görə də rahat şəkildə ailənizlə birlikdə gedə bilərsiniz. Vəfa. Bu DNK-nı açaq ki, o biri DNK-lara gedək. Yox da xoşlanım. Nə deyirsən? Əli verəcək sonra. Əli verməyəcək DNK. Verməyəcək, asılmayacaq. Ali də versin. Ali ekspertisə verməyə nəyinə lazımdır sənin? Mən sizə demədim, müəllim. Demədim, mənim məqsədim budur. Necə? Demədim bir yax sizə. Bölgüsü deyir, o ev bölgüsü. Ev onun, ev kimindir? Ev eş atamın da öyle. Nə ev bölgüsü? Bizə sadəcə yaşama hüququ verilib orada. Evdəki bir dənə otaq deyil, bir dənə otaq. Cəmaatın villası var, heç onun davasını eləmir. Siz deyirsiniz ki, gəlib burada mən ev davası eləyirəm. Mən gəlmişəm ki, bəyənmirsən ki, Ayxan DNK açılsın. Uşaq atam dilənir o uşağa görə. Mən istəyirəm ki, uşaq atamınsa, bilək ki, o uşaq atamındır. O uşaq həqiqətən atamındır. Ona görə diləndirir. Bir dəqiqə, Seyfəddinin açıqlaması var. Verin Seyfəddinin açıqlamasını bir dəqiqə. Seyfəddinin açıqlamasını verin. O Seyfəddin deyirdin, ha, danışıbdır, gör nələr deyir. Seyfəddin mənəm. Mən bir yamaqçıyam. Bax, yamaqçıyam. Bu əllərim də bax, yamaq əlləridir. Yəni, ayaqqabı, sapojlu işləyənlər hamısı bilər. Bax, bu əllərdən, yəni mən o rasiməyə birinci gündə bir insan olaraq bizim evimizdə onun yeməyi də pişir, onun paltarı da yolur, hər şey olunur ona. Bax, o Vəfa orada studiyada olan, onu işlədib, diləndirib. Hətta mən daim mən özü söhbət edirdi, işləyən deyil, gəlirdim deyil, mənə deyirdi ki, işdən evə gəlmə, Ramo evə gəlmə, get meçidə. Meçid tutasın, axşam gələrsin evə. Bax, hətta o Rasim dediyi sözü mən deyirəm da, daimdir mən öz dediyi kimi. Mən də sizə deyirəm, and ola bizi yaradan Allaha, yəni burada yalan söhbət yoxdur. Amma mən çox istərdim ki, o vəfanı da aparıb o Kürdəmdə, o Rasimi də orada çəkiliş edərsiniz. Onlar hamısı orada çəkilişdə hamısı çıxar. O Rasim orada deyir ki, mən vəfanın xalası oğlu işlədib. Orada deyir, işlədib, onu usta işləyir, deyir. Adını da verdi Rasim. Onun yanında işləyir. Özü də deyir, pulu deyir, mənə vermirdi deyir. Gətirib Vəfa xanıma verirdi deyir, promo deyir. Vəfa xanıma verirdi, Vəfa xanım da o pulları alıb, bilirsə bunu diləndirirdi, o diləndirir pullarını alırdı. İndi bu 9 ay deyir, almet yığılıb orada, nə varıb. Ona deyirəm ki, adam dəlil yəriyə bunları. Niyə yaxşı, bu belə işləyib də, dirənib də. Mən soruşacağım ona münasibət, başqaları da var. Hazırdırmı DNK üçün gələn şəxs studiyaya daxil olacaqdı, amma ilk öncə gəlin Leyla xanımı dinləyək. Bugünləri gəlib, süjet var, izləyək. Siz görürsünüz də necə vəziyyətdədir burun.
çox demək olar ki, buradan sümüklər qırılmış vəziyyətdədir. İnşallah bu nəticəni indi sizə göstərirəm. Son nəticəni də Allah qoysun inşallah. Səni axtarım verilişində canlı nəticəmizi göstərəcəyik. Mənim adım Sevincdir. Mən burnumda problem var idi. Neçə ildir mən burun nəfəs almadan əziyyət çəkirdim. Mən Leyla həkimi çoxdan izləyirdim. Xoşqədəm xanımın verilişinə baxırdım. Xoşqədəm xanım Deməli, bu qızı mən deyəsən efirdən vermişdim sizə. Buyurun. Siz vermişdiniz mənə efirdən. Bu nəticəni göstərdilər. Ana monitora keçək. Bəli. Bu nəticəmiz budur. Əməliyyat vaxtı bu idi nəticəmiz. Yəni əməliyyatdan sonra bu sonrakı bu burun da əvvəldir. Bəli, əvvəlki burun buydu. Sonrakı burun buydu. İndi də çox qəşəng. Bu neçə günlə əməliyyatdan dərhal sonra çəkilib. Əməliyyatdan dərhal sonra çəkildi. 2 həftə keçib. Amma hələ 2 həftəlik yoxdur da görüntü. 2 həftəlik görüntü yoxdur. Sadəcə görüntünü saxlamışdım ki, bu gün gətirəcəyik efirə. Bəli, bu gün sürprizdir. Bəli, gələcək biraz xəstələnmişdi deyə. Dedi ki, hə biraz havalar soyuqdur deyə çıxa bilmirəm. Uzaqda yaşayırlar. İnşallah, yəni verdiyimiz nəticə budur. Biz göstərdiyim kimi onu ultrasonik piyeza cihazına eləmişdim və tur cihazına elədik deyə. Əməliyyatdan sonra gözlərdə göyərmə, şişmə yoxdur. Yəni burun boşluğunda da heç bir problem yoxdur. Tam rahat, ideal nəfəs alır, çox yaxşı nəfəs alır. Yəni çox da razı idi ki, burun formasından çox razıdır. Mən qeyd edeyim ki, Leyla xanımın yanında siz plastik burun əməliyyatlarını etdirə bilərsiniz. Mükəmməl deməli əməliyyatlardır. Hətta mənim də çox sevdiyim doktorlardan birinin də burun əməliyyatını Leyla xanım eləyib. Yaxın günlərdə onu da efirimizdə görəcəyik. Və bu arada mən bütün Lənkərana deyirəm ki, 31 yanvarda Leyla xanım Lənkəranda olacaq. Son 15 nəfər üçün yerlər qalıb. İndidən deyirəm, mənimlə birlikdə gələcək. Uşaqlarda, böyüklərdə qulaq-burun boğaz problemi olanlar endoskopik aparatla gəlir. Elə yerindəcə doktorumuz müayinə edəcək. 050-836-36-36 Leyla xanımın əlaqə nömrəsi. Amma Bakıda Leyla xanımın qəbuluna Sən Axtaramın adından gələnlərə xüsusi endirimlər var. Xüsusi endirim edəcək. Ancaq bir söz deyim ki, yəni sizdən gələn əməliyyatlara, yəni biz əgər ultrasonik piyeza cihazına ediriksə, müəyyən bir fərqli qiymətlər var ki, yəni başqa həkimlərdən fərqlidir ki, çünki biz istər-istəməz orada həm cihazlardan, müasir cihazlardan edirik, yəni ki, əməliyyatdan sonra göyərmə, şişmə halları olmur. Ona görə də yəni ağrısızdır, qansızdır, tam narahatçılıqdır da, bəli. Sizi 30% demişəm, endirimlər edəcəyik inşallah. Çox təşəkkür edirəm. Mənim dəyərli doktorum, bizim bu gözəl, peşəkar doktorumuzu alqışlayaq. 31 yanvar bütün Lənkəranda, yəni orada olacam, sizləri gözləyirəm. Leyla xanımın qəbulunda gözəl bizim fizioterapevt reabilitologumuz Gülnar Əhmədli. Varmı yenə təşəkkürümüz? Gəlibmi? Vay, gəlsin. Bilirsiniz ki, Medera hospitalındadır. 15 ilin mütəxəssisidir. Beldə, boyunda ağrılar, disk yırtığı, protruziya, çiyin diz ağrıları, artroz, skalyozdan, kifozdan əziyyət çəkənlər rahat şəkildə Gülnar xanımın yanına gedə bilərlər. 051-525-17-17 əlaqə nömrəsidir, gəlsin. Buyurun, gəlin. Mən efirdən vermişdim onu deyəsən. Mikrofon. Deməli, bizim pasiyentimiz indi özü danışacaq. Bizə müraciət səbəbi hər iki dabanda el arasında şpor deyilir. Amma tibbi adı plantar fasit, topuq tikanı, belə də deyirlər. Səhərlər yuxudan durub ayağı yerə basarkən kəskin topuq daban ağrısı olur. Bu bir müddət gəzəndən sonra əslində bu ağrılar azalır, amma ağırlaşanda artıq azalmır. Bütün günü ağrıyır. Oturub durarkən ağrılar, bir də səhərlər yuxudan durarkən ağrılar idi. Bizə müraciət edib 10 günlük fizioterapiya eləmişik. Burada əsas cihaz zərbə dalğa terapiyasıdır. Bunu yenə deyirəm, tam son modeldir bizdə. Var mı əvvəlki görüntüsü? Yerişinin yoxumuzdur. Amma ağrısı müraciət edibsə sadəcə ağrılar azaldığına görə özü dedi ki, gedim efirdə təşəkkür edeyim. Biz deyək necə idi əvvəl ağrılar? Əvvəl çox ağrıyırdı. Elə bil ki, bir ildir ayağımı yerə basa bilmirdim. Sonra Gülnar xanım belə burada çıxış elədi, eşitdim, şpor dedi. Ona görə getdim həmən yanına, müayinə elədi, sağ olsun.
10 gündə 10 fizioterapiya. gün ərzində bu cür nəticə. Artıq o 1 il çəkdiyiniz əziyyətdən xilas olun. Yoxdur. Əhsən Gülnar xanıma mən təşəkkür edirəm. Və bunu ancaq və ancaq rentgen müayinəsində. Bəzən pasientlər elə bilir ki, əlini tabanına vuranda bunu biz hiss edəcəyik, bu sümük çıxıntını. Mümkün deyil. Bu çünki çox içəridədir və yalnız rentgen müayinəsi ilə diaqnoz qoyulur. Hardasa 2-3 ay ən azından fasilə verib yenidən edəcəyik. İnşallah ondan sonra ümumiyyətlə ağrılarımız qalmayacaq. Mən təşəkkür edirəm Gülnar xanıma. Siz də sağ olun ki, gəlirsiniz burada təşəkkürünüzü bildirirsiniz. Çünki yaxşı işi olan peşəkar doktorlarımızı hər kəsə tanıtmaq lazımdır və mən də Gülnar xanım kimi Azərbaycanın peşəkar bir fizioterapeutini sizlərə təqdim edirəm. Bu arada əziz Şəki 24 yanvarda doktorumuz Şəkidə olacaq. Müraciət edin. 7 fevralda isə Gəncəyə gəlir. Əziz Gəncə və Gəncə ətrafından məni izləyənlər 051 525 17 17-yə zəng edirsiniz. Doktorumuzun qəbuluna yazılırsınız. Buyurun. Gülnar xanıma mən çox təşəkkür edirəm. Çox əla həkimdir, insan kimi. Möhtəşəm həkimdir, ürək həkimdir. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun, əziz doktorumuz. Medera Hospitalının möhtəşəm doktorlarından biri Ramin Bağırov. Mədə, bağırsağınızda problem varsa heç düşünmədən Medera Hospitalına Ramin Bağırovun yanına gedə bilərsiniz. Bu nömrəni yadınızda saxlayın. 099 363 26 46. Bu nömrə hər zaman lazım ola bilər. Çünki niyə? Bugün mədə, bağırsaq, köp, nə bilim, qan azlığından əziyyət çəkən o qədər insanlar var ki, bax belə probleminiz olanda bilin ki, Ramin Bağırov var. Var mı sujetimizi izləyək? Ərzəli Samir, Qaraxanoğlu, Şamaq şəhərindən gəlmişəm. Kəskin ağrılarım oldu, mədənə bağlı. Ağrılardan yatma olmadı. Dözə bilmədim. Və o ki, doktorun Instagram səhifəsini izləyirdim. Ondan sonra yazıldığı növbəsini 15 gün müalicə alıram. İnşallah ki, biraz ağrılar azalır. Təkrar bir müayinə gəldim. Günə biz yoxu bilmədik, nə demək. Ancaq sızılayır, ancaq deyirdi ki, belimi konfri və menavazi ilə qoşdurum. Əlini çəkən deyirdi, əlini kürəyimdən çəkin. O 28 gündə bitəndən sonra yenə dediyim kimi 10 gün fasilə, sonra az qarına gəlirsən, baxıram. Ərzəli Samir. Təşəkkür edək doktorumuza. Buyurun. Mədə və 12 barmaq xoralarının bir hissəsi var ki, ağrı kürək nahiyəsində olur, öndə olmur. Və bir qism insanlar, məsələn, bu pasiyentimiz bel ağrısı kimi bilirmiş və bel ağrısına görə müalicə alırmış. Müalicə aldıqca get-gedə ağırlaşıb və bundan sonra düşünüb ki, gəlsin yoxlanmağa. Yoxlanında gördük ki, burada 12 barmaq bağırsaq xorasında əgərləri insanlarda deyək ki, beli ağrıyır, bel ağrısı kimi. Qida qəbulundan sonra ağrı azalırsa, bu belin ağrısı deyil. Bu mədə bağırsağın ağrısıdır. Ona görə də həkimə müraciət edib endoskopi müayinədən keçmək lazımdır. Və bunun üçün də Ramin Bağırov var. Bir daha deyirəm, qan azlığı, səbəbi bilinməyən anemiyalar, köp, mədə, bağırsağınızda problem varsa 099 363 26 46-ya zəng edirsiniz. Ramin Bağırova təşəkkür edirəm doktorumuza. Bu arada bizim aksiyalarımız var ki, nevroloqumuz Sevinç Məmmədova 14 fevralda Gəncəyə gəlir. Əziz Gəncə, əgər sizdə baş ağrı, migren, baş gicəlləmə, yuxu pozuntusu, epilepsiya, qıc olma kimi ümumiyyətlə nevroloji problemləriniz varsa, uzun müddət Türkiyədə çalışan və hal-hazırda Medera Hospitalında çalışan Sevinç Məmmədova 14 fevralda Gəncədə olacaq. 055 754 1166-ya zəng edib qəbula yazıla bilərsiniz. Avtomobil Cahit Şahbazov 31 yanvar 1 fevralda Zaqatalada icbari sığorta ilə göz əməliyyatları edəcək. 050 805 15 15-ə zəng edin, qeydiyyatdan keçin. Zob doktorumuz Xəqani Həsənov 1 fevral Qubada, 7 fevral Bərdə, 21 fevral Naxçıvanda olacaq. Zob xəstəliyindən əziyyət çəkənlər 050 603 81 82-yə zəng edib doktorumuzun qəbuluna yazıla bilərlər. Dediyim kimi, dəyərli lor cərrahımız Leyla Zülfüqar
Vüqarova 31 yanvarda Lənkərana gəlir və son 15 yer qalıbdır. Leyla xanımla bərabər Lənkəranda olacaq. Uşaqlarınızın qulağında, boğazında, burnunda problemlər varsa, hətta endoskopik aparatla doktorumuz ora gəlir. Müayinədən keçmək üçün 050-836-36-36-ya zəng edirsiniz. Nigar Sultanovanın, həkim kosmetologumuzun yanında aksiyalarımız var. Qırışlara yox demək istəyənlər 051-444-0017-yə zəng edin. 30% bizim adımızdan gedənlərə endirimlər var. O cümlədən deməli Aytən Əliyevanın yanında endirimlər var. Həm yorğunluğa yox demək istəyənlər, eyni zamanda ümumi orqanizmanın cavanlaşmasını kök hüceyrə ilə istəyənlər 077-502-0033-ə zəng edin. Xüsusi endirimlər var və Vəfa. Bu Seyfəddinin göstərin, səsi alın ama, verin ekrana sujeti. Onun o barmaqları ki var ha Vəfa. Sən buna milyoner deyirdin. Sujeti verin efirə. Milyoner o. Bir dəqiqə. Sən bu adamın əllərinə bax. Ay Vəfa, milyoner budur. Ay Vəfa, böyük pullar sahibi budur. Ay Vəfa, bu əgər əlləri elə qabar ola kiməsə bu ailəyə gətirib 5 manat, 3 manat o qabarlı əlləri ilə qazandığı puldan veribsə, bunu alqışlamaq lazımdır. Ona de, ona. Bugün milyonlar sahibi olanlar var, iş güc sahibi olanlar var ki, qohumuna, əqrabasına 1 manat pul kömək eləmir. Bu adam gedir ayaqqabı yamıya, barmaqları nə vəziyyətdə gətirib, kömək eləyir. Sən buna minnətdar olmalısan. Sən buna minnətdar olmalısan, deyirsən ki, bu adam mən demirəm, xoşudan o, Rasim deyir ki, bizə yemək vermirdi, deyir o. Deyiməli deyir, yox, Rasim. Hər gün, Allah and olsun. Qabaqdan qalma yemək verir. Allah and içirəm, hər gün. Qabaqdan qalan yemək vermir. Öz yedikləri yeməkdən Xoşqədəm xanım, öz yediklərindən bizə verirlər hər gün. Bankada tamam. Atan bazardan gələndə gedir dolara Xoşqədəm xanım, bankada töküb verirlər. Bazarın yarısı onlarındır. Nə olsun əlini eləsin. Mən özüm onlarda yeyib içmişəm, nə qədər. Mən tanımıram, onlardan nə qədər orada paltar almışım o vaxtda. Hansı pulla almışsan? Diləndirdiniz, pul yox idi. Hansı pulla o qədər paltar almışsan? Kişi diləndirib gətiribsən, yığmışsan paltar. Yazıq uşaqlara kişiyə gün də baxmısan, heç utanırsan sən. Yazıq paltarın yoxdur. Cəmaata şər böhtan atmaqdan utanırsan sən. Vəfa, gəl belə eləyək, sən normal danış da, yəni burada qarşında. O normal, heç o normal deyil. Burada hamı sənə münasibət bildirir, birazca sən... Mən münasibət göstərir, dəqiqədə bir ağzıma sanmıram onun əlindən. Niyə, nəsə deyir də, deyirsən də ona cavab ver də, amma təhqirlə yox, amma yəni fikirlərini... Düz danışır deyə ona acığına gedir, düz danışır. Adam yoxdur burada. Bugün mövzumuz sənsən. Analizin cavabı açılmalıdır və sən də çıxıb getməlisən. Bizə xoş deyil, sən burada hər gün görmək. Mən yaşamam o həyatı sən. Hansı həyatı yaşamısan? Pis həyatı yaşam, bu kişidir ki, görünür ki, vəziyyətini. Sən yaxşı həyat yaşamısan, maşallah, yaxşı həyat yaşayacaq getmirsən. Hələ davam da eləyirsən. Ramal, indi bir sözlə deyim də, yaxşı ev eşiyi olan nənə, Pakizə xanım niyə aparıb əlini o öz evində, öz yanında yaşatmır? Gəlin onu da deyək də, yaxşı Vəfanı burada dediniz. Bax, bu cür ev eşiyi var. Əli niyə o cür dağılmış evdə yaşamalıdır? Bir dənə göstərin, onun Əligilin evini də göstərin. Nənənin qəlbi necə götürür ki, balası, qızının yadigarı bu cür evdə yaşayır. Hələ internata atmağını deyirsiniz. Hələ o internatdan qoyuram kənara. Bir bu evə baxın. Əli niyə bu evdə yaşamalıdır? Mitilləri sən vermişsən, mitilləri mənim nənəm verib, Xoşqədəm xanım. Mən əsgərlikdən gələndə evdə heç mitil də yox, heç nə yox idi evimizdə. Ay Əli. Yığıb yığışdırıb aparmışdı hamısını. Mən heç sənin o nənəndən də danışmaq istəmirəm. Bir dənə plazma onu da aparıb. Nə paltar alıb? Demişsiniz, bazarın yarısını mən almışam. Kim o vaxt müəllim indi yox. O vaxt almışdın elə evinə də nə salardın da? Qızıldı ay müəllim mən oradan çıxdığım. Neçə indi mən onlarla yaşamışam. Elə hər şey atırdı mən üstümə. Ay xanım, nə aidiyyəti var? Yaşadığın vaxtda evin xanımı idin də, nə seviyərdin də? Vaxtında baxmışam ki ona, onun özündən soruşda heykəlir. Yekan özündən soruşdan da bu kişi gedib dilənib, çobanlıq elib, qazanıb sənin əlinə... O vaxtı çoban var idi, dilənmə var idi. Niyə yox idi ki? Yayda olub, yox çobanlıq həməşə olub. Nə olmalıdır ki, xəstə şahına ötəri? Hansı xəstə şahına? O vaxt olub o. O vaxt sən harada işliyordun ay heykəl? Dillən də nə? Niyə dillənmirsən? Hə kimi danışa bilmirəm, sən var sən.
Məyəcəksən. Bu oğlan əsəbləşdirməyəcəksən. Bunun əsəblərindən oynama. Buna dəstək axıra qədər analizin də cavabı açıqlanacaq burada və sən də analizin cavabını götürüb elə gedəcəksən ki, bir də sənə gözümüz görməsin burada. Fərasətsiz Rasim, biri 5 deyir, biri 7 deyir, biri 15 deyir. Niyə o burada ailə qururdu da bəs? Yəni, onun birinci növbədə... Onun ailəsini kim dağıdı? Mətanət Şamov. Mətanət kimdir? Bu deyib, ailəsinin gəlini. Dedim, mən oturacam burada, bu evdə mən oturacam. Yəni, sən bax, Seyfəddinin adını çəkirdin, milyoner eləmişdin. Bu işləri eləyən Seyfəddindir. Ayaqqabı yamayaraq ailə saxlayır. Mənim özümə dedi ki... Qohumlarına yardım edir. O milyoner dediyinin əli qabarına bax. Bir dənə evdə o kişi deyir ki, 2 dənə 3 dənə Necə adam olmuşsan ki, sən Seyfəddin qapıya qoymayıb. Deyir, yer get buradan. Bir dəfə gəlib Seyfəddin girə, Seyfəddin ondan sonra qoymayıb. Yaşamışam mən onlar. Mətanət dedi ki, burada mən oturacam. Heç kəs oturmayacaq. Bax, Paşi Sərvat qoşulsun ki, mənim qızımın evinin dağdan Mətanət olub. Yaxşı arvasa qoşulsun da, məndən qabaq dava oldu. Rasim, demirdiniz ki, yazıq araba gəlinə gün verməyib həmin o araba Mətanət. Dinlən də heykəl. Xahiş edirəm. Ay Vəfa, bəsdir də. Belə olanlar dedə, nə? Olmayıb. Qoymayıb. O düz deyir də Vəfa. Olmayıb, xeyr. Yalan deyir. Yalan deyir. Ay sən yalansa Allah belə oy versin. Bəsdir. Versin sən Allah belə oy yalan. Hamıya böhtan ata gedir o. Vallahi ya inanmayın ona. Hamıya böhtan atır o qız. Hamıya. Hamısını eləyəm. Xəstəlikdən rəhmətə gedir. Mənim anamı heç kim öldürməyib. Mənim anam xəstə olub. Rak xəstəsi olub, Ona görə rəhmətə gedir. Onlar elə demirdi Əli. Aldadıblar səni. Videoda dedi, neçə ildir yatırdı, deməli səni aldadıblar. Bilmirəm, xoşuram xanım. Allah haqqı mən dediklərini deyirəm. Deyilən sözə niyə görə diqqət edirsən? Anası da dedi də, neçə ildir video. Dediklərini deyirəm, Allah haqqı, xoşqudam xanım. Xahiş eləyirəm, balalarını niyə qəbrə qoyursan? Xoşqudam xanım, Mətanət özümə belə burası bura qayıtdı ki, burada heç kəs oturmayacaq. Nə də 50 arvad da oturmayacaq dedi burada. Burada mən oturacam. Bax, Mətanət. Ölməyib ki, qoşulsun efirə, vicdanı var da, 4 qızı var. Bax, Vəfa, onlar artıq keçdi getdi. Onlar artıq keçib gedib. Nə Əlinin anası həyatdadır, nə indi Mətanət maraqlıdır burada kimin üçünsə. Maraqlı sənin uşaqlarının yaşayışıdır, sənin qurbanın tapılmasıdır. Şəklini verin efirə qurbanın. Tanıyan bilənlərdən rica edirik bizlə. Çünki qurban anası necə gizlədibsə tapa bilmirik. Biz ümid olduq ki, anası onu birinci gün gətirəcəkdi. Çünki bu olmalıydı. Onun sənədində problem vardı. Gəlməliydi. Yəni bu uşağın, əgər onun övladıdsa, uşaq o vəziyyətdə yaşaya bilməz. Görürsünüz, qız gəlibdir. Biri bətnində, üçü deyir ki, məni sığınacağa yerləşdirin. Əzim, dövlətimiz bəli. Allah bu dövləti qorusun. Yaşlılar evi var, uşaq evləri var. Orada çox gözəl şərait yaradıbdır. Amma biz indi dövlətimiz bu şəraiti yaradıb deyə hər yanında bir dənə 5 uşaq, 10 uşaq gətirək, verək ki, dövlətimiz saxlayacaq. Elə bir şey yoxdur. Biz bu uşaqları, biz ailə planlamasını elə eləməliyik ki, uşağımızı özümüz saxlayaq. Dövlətə yük olmasın, özümüz saxlayaq. İndi bu kişi əgər həqiqətən də o uşağın atasıdırsa, o uşağa alimenti verməlidir. Yəni, qurban qızının alimentini verməlidir. Ona görə də mən rica edirəm. Biz qurbanı axtarıb tapa bilmirik. Sənədlərini düzəldib, o vaxtı sənəddə problem vardı, indi sənədi düzəldib, indi qurban yoxdur. Mən açığı anaya inanmışdım. Onun da əli qabarlıdır. O qadında, o yazığın da əlləri qabarlı, əlinin qabarı ilə ailə saxlayır o da. Amma qurban yoxdur ortada. Tapa bilmirik. O ki, qaldı indi bu uşağa. Deməli, neçə müddətdir ki, aliment vermirdiniz siz Vəfaya? Mən əsgər gedənə kimi aliment vermişim. Bir il 10 aydır, xoşlanma. Nə qədər borcu var Rasimin? 1 il 10 ay. Bilirəm, Rasimin indi nə qədər borcu var? 1 il 10 ay deyirəm. 1 il 10 ay deyir, bax bir dənə mən ona... 120 manat. Mən onu deyim də, Xoşqədəm xanım. 1 il 10 ay bu deyir, bu aliment borcu var. Xoşqədəm xanım. 2200. 1 il 10 ay. Düzdür, 1 il 10 ay dedi də. 1 il 6 ayda məsuliyyətli olmuşam. Məsuliyyətli olduğum müddətdə atam alimenti bu cib dayandıra bilərdi. Məhkəməyə deyə bilərdi ki, bəs bu insan mənim yanımdadır. Bu alimenti dayandırın. 4 aydakı məsuliyyətdən gəldiyim müddətdir də, onu deyir. Mikrofonu yaxın tut. 4 ayda ki, məsuliyyətdən gəldiyim müddətdir. O deyir 1 il 10 ayı. 1 il 6 ay, o 4 ayda o deməli. Niyə görə? Sən istifadə eləməyə. Necə?
Sən yoxsan da sosial mediada. Hamı səni qınayır ki, imkan ver atsınlar. Sən də ən azından istərbi Xoşdam xanım da dedi ki, istərbi həll eləyəcək sənə olsa. Alimenti istəyirsən də sən. Niyə istəmirəm ki, hamısı. Yaxşı, indi sizə sual verirəm. Əgər Vəfa burada haqlı çıxsa 2200 manat alimenti ödəyəcəksiniz. 2200 manat niyə Xoşqədəm xanım? Nəyə görə ödəməliyik 2200 manat? Nəyə görə də mən burada deyirəm da, mən burada deyirəm ki, bu insan 1 il 6 ay bunu işlədib, diləndirib. Vəfa dedi ki, əgər Vəfa haqlı çıxsa, onları şərəf və ləyaqətini təqdir ediləndirə. O heç, o məhkəməni demirəm, amma 2200. Araşdırırsın da, bu niyə gəlib məhkəməyə müraciət eləməyib ki, alimət dayansın? Niyə müraciət eləməyib? Məhkəməyə deməliydi ki, uşaq, Rasim mənim yanımdadır, ərim mənim yanımdadır, alimət də dayansın. Qanunla elə eləməli də, bu insan qanunla eləməlidir ki, məhkəməyə müraciət eləməli ki, alimət dayansın. Ay vəkilimiz, ay Sehran bəy, düz deyir Əli. Məhkəməyə bəli, müraciət olunur, bəli, alimət dayandırılsın. Belə bir norma var. Ay Seyran müəllim, sizə nə olur? Sehran bəy, deyir ki, atam bunun yanında işləyirmiş. Qadın gedib məhkəməyə müraciət eləməlidir ki, aliment istəmirəm, həyat yoldaşım yanımdadır. Bəli, deyirəm də, alimenti dayandırmaq olur. Dayandırma, müraciət etməli. Dayandırmaq üçün xanımın müraciəti əsas... Yox, vacib idi bunu eləmək. Əsas müraciəti əsas sayılır. Yığılmamalıydı. İşte padiriyat işleseydi, canlı padiriyat işleseydi dayandırardım. O adam oturub evdə mən işləmişəm. Vəfa, bu DNK məsələsi, bu xəmir hələ çox su aparacaq, Vəfa. Bu xəmir çox su aparacaq. Açaq, nə bilirsən, bəlkə burada hər şey sənin üçün, belə deyək, Vəfa, bəlkə... Qurban məsələsi həll olunsun sonra. Əli də çox üzr istəyəcək mənlə, dediklərinə görə. Mən ona şərb vertən atmışam. Səndən mən nə üzr istəyəcəm? Sən bizim başımıza oynatmışsan, nə üzr istəyəcəm? Sən mən burada təhqir eləmişsən. Orada çox oturasın ələ, gözlə. Sən mən başıma oynatmışsan. O gün deyirək istəyəcək, bax. Mən başıma oynatmışsan, sən mən zülm eləmişsən. Səndən nə üzr istəyəcəm az? Qoy atsın da, sən artıq, sən özün də təhqir edirsən uşağı. Biz səni müdafiə edirdik, sən özün o bütün təhqir edirsən. Sən hələ cavab qaytarırlar. Başqa da olsa bunu öldürərsən. Sənsə aç da denk. Siz də DNK istəyirsiniz. DNK mütləqdir. Vəfa, görürsən, DNK istəyənlər var da, məncə hələ sən bilmirsən ki, burada nə var? Özün də oxu. Mən 2 dəfə sənə göstərmişdim, deməsən heç oxuya bilmirsən. İndi bəlkə burada sən özünə əminsən onsuz da, həyat yoldaşındır, 6 il bərabər yaşamısınız. Burada çəkinməyə heç bir şey yoxdur. Açaq, alimentin də 2200 manatdır. Əgər onlar haqsızdırsa, 2200 manatını Sehran bəy alıb verəcək sənə. Düzdür Sehran bəy? Əlbəttə çalışarıq. Çətin, sən əhnin tərəfindəsən. Amma yəni qanun qanundur. Əgər həqiqətən də haqlısansa, 2200 manatın olacaq. Nə ola da xoşlanır, amma bugün yoxdur. Yox, sən bugün demirsən, bir də baxıram ki, DNK üçün gələnlərin sayı çox alır axı, yəni. Bugünü bitsin ki, geçsin. Xüsusi sponsor Mədəra Hospitalı. Sponsorlar uzman doktor oftalmoloq Cahid Şahbazov, zob xəstəlikləri üzrə mütəxəssis Xəqanə Həsənov, uzman uroloq Bəxtiyar Hüseynov, lor cərrah Leyla Zülfüqarova, həkim kosmetoloq Nigar Sultanova, Referans Medical Group və Beynəlxalq Təhsil Mərkəzinin sponsorluğunda Səni axtarırama baxdınız.